Ünvansız sevgi. Müşfiq xan. Azərbaycan Daxili İşlər və Prokurorluq orqanlarının əməkdaşlarına ithaf olunur. Proloq. Taksi 3 mərtəbəli, dəbdəbəli imarətin qarşısında dayandı. Cəmilə biraz əvvəl marketdən aldığı bir neçə dolu salafanı götürüb həyətə girdi. Həyətdə olan səsküy bir anlıq onu çaşdırdı. Tanımadığı adamlar, qonşular, polis işçiləri həyata doluşmuşdular. Ətrafdakılar izdihamla evə girib çıxırdılar. Bir anlıq özünü itirən qız əlindəki ərzaq dolu salafanları nə vaxt yerə düşüb dağıtdığından xəbərsiz halda sürətlə yuxarıya doğru yüyürdü. Adamlar sanki indi onun nə edəcəyini maraqla tamaşa etməyi gözləyirmiş kimi aralanaraq ona yol verirdilər. Həyəcandan bütün vücudu tir-tir əsirdi. Sürətlə pilləkənləri qət edib ikinci mərtəbəyə çatanda onu burada qayını, sahib müəllim qarşıladı. Qız onu görcək qorxudan yerində donub qalmışdı. Deməyə söz tapmadı qızcığaz. Onun içində bir qasırğa baş verdi sanki. Nəysə soruşmaq istədi, dili söz tutmadı. Sahib təmkin göstərməyə çalışsa da, o da həyəcanlı idi. Cəmiləyə yaxınlaşıb çiyinlərini sıxdı. Cəmilə, başımıza daş düşdü. Məhv olduq. Xalidi öldürüblər. O yalnız bunu deyə bildi. Möhkəm iradəli olmasına baxmayaraq, cavan qardaşının qətlə yetirilməsi hadisəsi onu sarsıtmışdı. Bir neçə dəqiqənin içində gözlərindən axan yaşa hakim kəsilə bilmədi. Cəmilə bu sözlərdən sonra yalnız, yox, ola bilməz, deyə bildi. Bu sözlər o qədər vahiməli və türk-çürpədici idi ki, o bu sözləri deyər deməz huşunu itirdi. Biraz əvvəl gülə-gülə işə yola saldığı sevimli ərinin ölüm xəbərini eşitsə, kim dözə bilər axı? Qızı yardım edib qonşu otaqdakı çarpayıya uzatdılar. Başının üstündə yaxın qonşulardan biri dayanmışdı. Bu mərtəbədə yerləşən yandakı qonaq otağında isə canı qədər sevdiyi ərinin, Xalidin meyidi uzadılmışdı. Meyidin üstü ağ mələfə ilə örtülsə də, ətrafdakı qan izləri biraz əvvəl baş vermiş dəhşətli qətlin qorxunc anlarını burada olan hər kəsə sanki hissə-hissə yaşadırdı. Hadisə bu otaqda baş vermişdi. Bu hamıya məlum idi. Polislər gələnə qədər meyit divanın üzərində olmuşdu. Sonra isə Cinayət Axtarış Şöbəsinin rəisi Mayor Sabir Qədimovun göstərişi ilə döşəməyə qoyulmuşdu. Rayonun tanınmış ekspertləri hadisə yerində qətli araşdırırdılar. İlkin araşdırmaya görə qətl hadisəsi qisas zəminində baş vermişdi. Çünki hər hansı bir soyğunçuluq hadisəsi baş verməmişdi. Siz nəyə əsasən cinayətin qisas zəminində baş verdiyini israr edirsiniz, Sabir müəllim? Bilmək olar? Deyə sahib ona verilən suallardan təngə gələrək nəhayət ki, qaraqabaq halda soruşdu. Yox, sahib müəllim, mən israr etmirəm, sadəcə ilkin qənaətimiz budur. Sonrakı hadisələri isə cinayət işinin gedişatında öyrənə biləcəyik. Yaxşı, nəyə görə bu fikirdəsiniz? Məni düzgün anlayın, mən qatilin bu gün tapılmasını istəyirəm. Bu gün. Sonuncu dedikləri hər kəsin diqqətini ona çəkdi. O, iki əli ilə də mayorun yaxasından yapışmışdı. Hamının təmkinli, ziyalı, adam kimi tanıdığı sahib müəllim indi nə etdiyini bilmirdi. Görünür, düşünmək qabiliyyətini itirmişdi. Xahiş edirəm, sakitləşin. Qatil qardaşınıza 20-yə qədər bıçaq zərbəsi vurub. Bu zərbələrin yarıdan çoxu öldürücü olsa da dayanmayıb. Əgər məqsəd öldürmək idisə, qatil bunu bir neçə zərbədən sonra da dayandıra bilərdi. Amma o dayanmayıb. Hətta sonuncu zərbələr o öldükdən sonra olub. Yəni qatil meyidi bıçaqlayıb. Bu isə həmin adamın həmin an normal psixi vəziyyətdə olmadığını göstərir. Hər halda bu mənim fikrimdir. Yaxınlıqda olan polis leytenantları onun çiyinlərindən tutub rəislərindən aralaşdırdılar. Sahib özü də başa düşürdü ki, etdiyi doğru deyil.
Otağın bir küncündə çömbəlib baxışlarını ortadakı cansız meyitə zillədi. Cana qədər sevdiyi qardaşı. Xalid, ondan kiçik olduğuna görə həmişə çətinliyə düşən kimi onun iş yerinə gələr ya da zəng edər. Hər dərdinə sahiblə bölüşərdi. Hətta tezliklə uşaqlarının olacağı xəbərini edə. Cəmilədən duyan kimi ilk zəng edib dediyi adam sahib olmuşdu. O bir anlıq bunları düşündü və hönkürtü ilə ağlamağa başladı. Amma elə həmin anda da özünü ələ almağa çalışdı. Ətrafdakılara xatir susmaq lazım idi. İndi ən azından Cəmiləyə ürək-dirək vermək lazım idi. Ata-anası isə bayram qabağı olduğu üçün rayona, qohumlarına bayramlaşmağa getmişdilər. İşə bir bax, əgər şirkətdə qonaqlar olmasaydı, Xalid də Cəmiləni götürüb onlarla gedəcəkdi rayona. Qismətdən qaçmaq olarmı ki? Bunu düşünüb özünü toparladı və qonşu otağa Cəmiləyə baş çəkməyə keçdi. Qız qaynını görcək uzandığı yerdən dikəldi. Kim? Axı, kim sahib? Cəmilə fərqinə də varmadan ilk dəfə idi ki, ona müəllimsiz müraciət edirdi. Bilmirəm Cəmilə, ancaq o alçaq tapılacaq, yerin dibinə də girsə tapacaqlar onu və mən... Gözləri bərəlmişdi, sanki hirsindən ürəyi partlayacaqdı. Var gücü ilə divara elə bir zərbə indirdi ki, elə o dəqiqədə barmaqları arasından qan süzülüb yerdəki iri xalçanın üzərində damcıllamağa başladı. Cəmilə heç vaxt onu belə əsəbi görməmişdi. Ayağa qalxmağa çalışdı, amma qonşusu Rəna xanım imkan vermədi. Uzan, Cəmilə, qurban olum, uzan. Sənə stress olmaz. Heç olmasa övladınızı düşün. Ərinin yadigarıdır axı o. Sahib otaqdan çıxıb müstəntiqin suallarına cavab verən orta yaşlı bir insanın yanına çağırdı. Bu, Nəsimi müəllim idi. Nəsimi müəllim Xalidin şirkətində ən əsas adam idi. Həm də dost idilər. Neçə illər idilər ki, Xalidlə bir yerdə işləyirdilər. Hadisəni şirkətə zəng edən sahibdən eşidib özünü buraya yetirmişdi. Hələ indi də özünə gələ bilməmişdi. Nəsimi, sahib asadan onu səsləyib, əlinin işarəsi ilə onun yanına çağırdı. Bəli, sahib müəllim. Nəsimi müstəntiqin növbəti sualını cavabsız qoyub onun yanına gəldi. Cəmilə bacını bizə apar. Burada vəziyyəti yaxşı olmayacaq. Mənim də başım qarışıqdır. Sonra həyat yoldaşı Samirə xanıma da işarə etdi ki, o da Cəmilə ilə getsin. Həm də uşaqlar evdə tək idilər. Yaxşı, Nəsimi bunu deyib açıq qapıya tərəf yönəldi. Birinci hissə. Hadisədən 3 gün keçməsinə baxmayaraq, qətllə bağlı hələ ki dəqiq bir məsələ yox idi. Hamı cinayətin kim tərəfindən törədildiyini hələ də bilmək arzusunda idi. Ümid isə yenə işi araşdıranlara qalmışdı. Ötən 3 gün çox ağır keçirdi. Artıq çərşənbə günü idi. Hamının evində Novruz bayramına hazırlıq getdiyi bir vaxt, Səlimovlar ailəsi matəm içində qatilin tapılacağı ümidləri ilə yaşayırdılar. Sahibin ata-anası rayondan dünən qayıtmışdılar. Bu sarsıdıcı xəbəri onlara deməyi çətin olsa da sahib öz üzərinə götürmüşdü. Atası Mahir müəllim özünü biraz toparlasa da, həyat yoldaşı Dilarə xanım hələ də sakitləşə bilmirdi. Dünəndən bu günə boğazından, sudan başqa heç nə keçməmişdi. Mahir müəllim onu sakitləşdirməyə çalışsa da dərdini anlayırdı. Evin kiçik oğlu olduğuna görə onu hər ikisi çox sevirdi. Həm də sahibdən sonra Nəzir Niyazla doğulmuşdu Xalid. Ona qədər 5-6 uşaqları doğulsa da qalmamışdı. Nəhayət sahib 17 yaşında olanda Xalid dünyaya gəldi. Onda ailədə hamı xoşbəxt idi. Mahir müəllim də yaxşı vəzifədə işləyirdi. Oğlu 1-ci sinfə gedəndə 7 qoç kəsib hamısını qonum-qonşuya paylamışdı. Dilarə də balaca oğlunu çox sevirdi. Hərdən evdə Mahir müəllim zarafatla deyərdi ki, ay Dilarə xanım, böyük oğlun yaddan çıxıb deyəsən. O da həmişə cavabında, yox, mən sahibi də çox istəyirəm, amma Xalid evin kiçiyidir də.
Bir də axı sahib balam özü də qardaşını çox əzizləyir, ay kişi, görmürsən? Yazıq ana bu 2 günə yaxın müddət ərzində şam kimi əriyirdi. Qəfəsdəki quş kimi çırpınır, zindanda imiş kimi azadlığa can atmağa çalışırdı. Əziz bayram günündə oğluna bunu edənləri hər cür qarğış nalə yağdırırdı. Min bir ürək ağrısı ilə. İndi kiçik gəlini Cəmilə də onun yanında idi. Xalid öldürüldüyü gün işi aparan Cinayət Axtarış Şöbəsinin rəisi Mayor Qədimov evə girişi qadağan etmişdi. Hər gün 2 silahlı polis əməkdaşı həmin malikanədə gizli keşiş çəkirdilər. Hər hansı bir xəbər olsaydı, mərkəz bundan dərhal xəbər tutacaqdı. Amma 3 gün keçməsinə baxmayaraq, buraya Mayor Qədimov və özü ilə gətirdiyi 2 leytenantdan başqa heç kim gəlməmişdi. Hələ ki, şübhəli heç nə yox idi. Ev telefonuna gələn zəng Cəmiləni fikirlər dünyasından bir anlıq ayırdı. Dilarə xanım isə zəngi hiss etmirmiş kimi heç üzünün cizgilərini belə dəyişmədi. Sanki damarlarındakı qan donmuşdu və bu saat nəfəsi dayanacaqdı. Zəng edən Mayor Qədimov idi. Salam bacı, mənə Dilarə xanımla danışmaq lazımdır. Kimdir? Polis bölməsindəndir. Bala, bir xəbər var. Cəmilənin telefonu ona uzadıb və kimin zəng etdiyini deməsindən sonra qadının naləli səsi eşidildi. Ana, birazdan sizi aparmaq üçün adam göndərəcəyəm. Zəng etdim deyim ki, gələsiniz. Bilirəm, sizin üçün çətindir. Amma inanın ki, oğlunuzun qatillərini tapmağımız üçün sizin də ifadə verməyiniz çox vacibdir. Qadının gözləri yenidən yaşıla doldu, özünü saxlaya bilmədi, söz deməyə taqəti yox idi. Cəmilə dəstəyi üstünə qoyan kimi sahibə zəng edib polis bölməsindən anasını aparmağa gələcəklərini bildirdi. Eybi yox, qoy getsin, Nəsimini də indi göndərərəm evə, deyə sahib bildirdi. Polis bölməsində Dilarə xanımgili Mayor Qədimov özü qarşıladı. Siz qalın, Nəsimiyə işarə edib koridorun sağ tərəfindəki otağa keçməsi üçün qadına yol göstərdi və ardınca özü də otağa keçdi. Bala, mənim oğlumun qatillərini nə vaxt tapacaqsınız? Axı o kimə nə pislik etmişdir? Axı onu kim? Yenə özünü saxlaya bilmədi. Mayor masanın üstündəki qrafindən bir stəkan su doldurub qadına uzatdı. Dilarə xanım, inan ki, əlimizdən gələni edirik. Biz Mahir müəllimi də, Sahib müəllimi də, sizin ailəni də yaxşı tanıyırıq. Elə rəhmətliklə də bir neçə dəfə məclislərdə olmuşduq. Yaxşı oğlan idi, gülərüz idi və bacarıqlı idi. Allah səbir versin. Oğlum, mənə başsağlığı verməyə çağırıbsan buraya. Qadının mimikası istehza edici tərzdə dəyişdi. Söz Qədimovu tutdu. Elə isə birbaşa mətləbə keçim. Oğlunuz deyir ki, kim? Deyə bu dəfə onun sözünü qadın yarımçıq kəsdi. Sahib müəllim deyirəm, böyük oğlunuz. Dediyinə görə 6 il əvvəl o Rusiyada olanda Xalidi kimsə döyüb. Mayor axşamdan araşdırdığı işi üstü örtülü şəkildə xəbər aldı. Hə, elə bir hadisə olmuşdu, amma həmin adamı tutub iş verdilər, türmədə yatır indi. Bəs oğlunuz sizinlə tək qalanda öz sirlərindən heç sizinlə bölüşdüyü olubmu? Axı, siz onu lap çox istəyirmişsiniz bildiyimə görə. Orası elədir, amma o çox şeyi qardaşına danışırdı. Mən də bəzilərini sahib vasitəsilə öyrənə bilirdim. Dərdini mənə deməzdi ki, yazıq balam. Mən fikir çəkməyim deyə ən xırda problemini də mənə deməzdi, bədbəxt oğlum. Yaxşı, Dilarə xanım, sizi yola salım, gedin. Qədimov bunu deyib düyməni bastı və gələn adama növbəti tapşırığını verdi. Dilarə xanımı yola salan, bayırda onu gözləyən Nəsimə adlı adama isə bildirin ki, qadını evə qoyandan sonra özü də gəlib ifadəsini versin. Oldu, yoldaş mayor. Qara Toyota markalı maşın sahib müəllimin evinin qarşısında dayandı. Sükan arxasında səliqəli geyinmiş orta yaşlı biri düşdü. Bu Nəsimi idi.
Dilarə xanımı evə gətirmişdi. Cəld arxa qapını açıb qadının düşməsinə köməklik etdi. Sonra onun içəri keçməsini gözləyib, sürətlə gəldiyi istiqamətdə də geri döndü. Maşın ani vaxt ərzində gözdən itdi. Görünür, Nəsimi müəllim olan hadisələrdən sonra hələ də özünə gələ bilməmişdi. Baş verən hadisə onu çox sarsıtmışdı. Həm də bayaq cinayət axtarış şöbəsinin rəisinin qaraqabaq bir tərzdə onu koridorda gözlətməsini həzm edə bilmirdi. İndi mayorun göstərişi ilə yenə polis bölməsinə qayıtdı. Qapıda növbəçi onu görzək irəli yeridi. Kimsiniz? Bayaq gəlmişdim, rəis məni gözləyir, özü çağırıb. O burada deyil. Mayor biraz əvvəl məni çağırdı axı. Siz kimi deyirsiniz? Mayor Sabir Qədimovu deyirəm. Bir dəqiqə gözləyin. Nəhayət ki, Nəsimini Qədimovun otağına buraxdılar. Rəisin ilk sualı ənənəsi üzrə belə oldu. Hadisə baş verən günü harada idiniz? Şirkətdə işdə idim. Bu hadisədən nə zaman xəbər tutdunuz? Sahib müəllim mənə zəng edəndə xəbərim oldu. İlk andan kimdən şübhələnirdiniz? Mən hələ indi də kimsədən konkret şübhələnə bilmirəm. Şirkətin işləri ilə bağlı bütün məsələlərdən xəbərdar adam sizsiniz, Nəsimi müəllim. Rəis cavablardan razı olmadığını büruzə verməyə çalışırdı. Bəlkə son dövrlərdə ya da ki, nə vaxtsa kiminləsə münaqişəniz, həll oluna bilməyən problemləriniz olub? Soruşaraq fikrini tamamladı. Yox, yoldaş mayor, belə bir şey olmayıb. Hər halda mənim bildiyim qədəri budur. Həmin gün ən son Xalid müəllimi saat neçədə görmüşdünüz? Xatırlamağa çalışın. Həmin günü Xalid müəllim işə gec gəldi. Günortaya yaxın idi. Dəqiq yadımdadır ki, saat 12-də iclasımız var idi. O təxminən iclasın başlamasına 6-7 dəqiqə qalmış gəlmişdi. Başı ağrıyırdı. Sonra iclası başladıq. Təxminən 1 saatdan sonra iclası yekunlaşdırıb qonaqları yola saldıq. Mənimlə də az söhbət etdi. Dedi ki, axşam danışarıq, indi özümü pis hiss edirəm, evə gedib yatacağam. Və çıxdı. Saat neçə idi çıxanda? 2-nin yarısı olmamışdı, çünki o çıxandan sonra mən kabinetə gəldim. Təxminən yarım saat sonra nahar fasiləsinin olduğunu nəzərə alaraq, iclasın nəticələrinə və müqavilələrə nəzər yetirməyə başladım. Bəs xəbəri eşidənə qədər hər hansı telefon danışığınız olmamışdı ki? Xeyr, əslində o gedəndən sonra ona zəng etmək istədim. Bir məsələni soruşacaqdım. Sonra onu narahat etməmək üçün fikrimdən daşındım. Niyə zəng etmək istəyirdiniz? Həmin gün olan iclasın qərarları ilə bağlı məsələ idi. Nəsiminin suallardan bezdiyi açıq-aydın görünürdü. Yaxşı, sizi də yordum. Sonuncu sualı da verim. Sahib müəllim sizə zəng edib hadisəni xəbər verəndə saat neçə olardı? Təxminən 3-dən keçmişdi. Hə, 3-dən təzə keçmişdi. Nahardan sonra otağıma gəlib çay içməyə təzə başlamışdım ki, bu zəng gəldi. Sağ olun, Nəsimi müəllim. Yenə də yadınıza nə isə düşərsə, mənə mütləq xəbər verin. Nə vaxt olursa olsun. Bunu deyib vizitkasını ona uzatdı. İkinci hissə. Telefona gələn zəng onu bir anlıq fikir dünyasından ayırdı. Sahib müəllim, təcili sizinlə görüşməliyəm. Zəng edən təlaşlı səsində qəribə də olsa, qalibane sevinç duyulurdu. Yoldaş mayor, tapa bildiniz onu? Sahib Qədimovun səsini tanıyıb, nə soruşacağını bilmədən tələsik xəbər aldı. Xahiş edirəm, tez gələsiniz, telefon söhbəti deyil. Yaxşı, bu saat gəlirəm. Sahib polis bölməsinə çatanda Qədimov artıq binadan çıxmağa hazırlaşırdı. Sizin maşınınızla çıxaq. Mayor bunu deyib sahibin maşınına keçdi, sonra əlavə etdi. Sür gedək, yolda danışarıq, vaxtımız azdır. Maşın sürətlə binanın qarşısından ayrıldı. Sahib haraya getdiklərini, nə baş verdiyini anlamadan onun dediklərini edirdi. Biraz peşmançılıq hissi var idi baxışlarında. Qardaşı öldüyü gündən bəri düşünürdü ki, Mayor Qədimov bu cinayətin üstünü aça bilməyəcək. İndi isə peşman olmuşdu bu fikirlərinə görə.
Öz-özünə sən başını itiribsən sahib. Qədimov neçə illərdir bu işdə çalışır. Dəfələrlə qanlı cinayətlərin üstünü açıb. İndi nəyə görə də belə fikirləşirsən ki, o bu cinayətin üstünü aça bilməz? Hə, nəyə görə? Deyə düşünürdü. Bir anlıq hadisə baş verən günü mayorun yaxasından yapışması, onun üstünə qışqırması yadına düşdüsə də, bu fikirləri kənara qoyub indi haraya getdiklərini öyrənmək üçün sual verməyə hazırlaşırdı ki, mayor onu qabaqladı. Bilirsən hara gedirik? Bir anlıq sahibin bütün diqqəti Qədimova yönəldi. Sükan arxasında oturduğunu unutdu sanki. Elə bil bu dəqiqə özünü, qardaşının qatilinin adını eşitməyə hazırlayırdı. Sözsüz ki, çox həyəcanlanacaqdı bunu eşidəndə. Əlləri əsməyə başladı, dərindən nəfəs almağa başladı. Bunu onun sifətinin cizgilərindən də müşahidə etmək çətin deyildi. Mayor da bunu hiss etdi. Sahibin qəzəbli baxışları indi ona hakim kəsilmişdi. Bu baxışlar qarşısındakına kim deyə hökm edirdi. Firuzun yanına gedirik. Mayor bu baxışların altında daha bir saniyə belə olsun əzilmək istəmədi. Firuzun? Nəyə görə? Onun aşkar təəccübünü Qədimov normal qarşıladı. Sahib müəllim, mən hər ehtimala qarşı Firuzun saxlandığı təcridxanada olmaq istəyirəm. Qardaşınızın qətlə yetirilməsi ilə bağlı apardığımız cinayət işində onun ifadəsini də mütləq almalıyıq. Hərçənd ki, bunu biz hadisə günü etməliydik. Təəssüf edirəm. Bizə 6 il əvvəl baş vermiş hadisə ilə bağlı çox gec məlumat verildi. Əgər bir neçə il əvvəl baş vermiş hadisə mənə qabaqcadan şübhəlilər arasından bildirilsəydi, bəlkə də indiyə qədər daha konkret addımlar ata bilərdik. Mən başa düşə bilmirəm ki, qardaşımın öldürülməsinin Firuzla nə əlaqəsi ola bilər? O ki, türmədədir. Sahib qeyri-ixtiyari olaraq yenə hövsələsizlik etdi. Hər şeyi öyrənmək lazımdır. Bu işlər diqqətsizliyi bağışlamır. Sürəti artırın, mümkünsə tez çataq biraz. Mayor növbəti dəfə üstünlük mövqeyini ələ aldı. Hava bir neçə saat olardı ki, qaralmışdı. Ətrafda canlılar olan, hər nə var idisə hamısında yazın gəlişindən soraq verən dəyişikliyi görmək mümkün idi. Amma hələ günlər o qədər də uzun deyildi. Tezliklə yeni bir fəsil başlayacaq, gecə və gündüz bərabərləşəcək, ağaclar çiçək açacaq və təbiət al-alvan rənglərə boyanacaqdı. Elə insanlar da yazın gəlişini səbirsizliklə gözləyirdilər. Bu qış çox sıxıcı keçmişdi. Qar az yağsa da, qarışıq, daha çox qış havasına bənzəməyən günlər insanları yormuşdu. Hamı yazın gəlişini gözləyir, bayram əhval-ruhiyyəsi ilə həyətləri, küçələri səliqəyə salır, ayın 21-nə hazırlıq görürdülər. Səlimovlar ailəsi isə bu günün belə gəlişini heç vaxt arzu etməzdilər. Amma qismətdən qaçmaq olmurmuş. Bu baharın gəlişi ilə onların ailəsi üçün qışın ən şaxtalı anları gəlmişdi, elə bil. Heç kimin üzü gülmürdü bu evdə. Sanki sonsuza qədər belə matəm içində yaşayacaqdı bu ailə. Bir daha xoş xəbər eşitməyəcəkdilər. Divanın bir küncündə oturan Mahir müəllim öz düşüncələrində bayaqdan bəri kimsə axtarır, tapa bilməyib dərindən ah çəkir və usanmadan səylə yeni axtarışa başlayırdı. Kişinin qaməti qısa vaxt ərzində bükülmüşdü elə bil. Həyata ümidi tamam kəsilmişdi. Heç vaxt belə aciz hiss etməmişdi özünü. Uzun müddət yüksək vəzifələrdə işləmişdi. Həmişə cəmaət arasında hörmət sözü söz olmuşdu. Amma indi... Bu 2-3 gündə quru nəfəsi gedib gəlirdi. Ayağı yerdə, ruhu isə göylərdə idi. Bu hadisənin kimin törətdiyini öyrənmək, bircə dəfə də olsa qatilin gözlərinin içinə baxmaq, bunu necə arzu edirdi? Kim bilir onda nə hisslər keçirəcəkdi? Qapı möhkəm çırpıldı, sahib gəlmişdi. Simasında qəzəb və intiqamın qarşığından yaranmış qorxunc bir ifadə var idi. Nəsimini də özü ilə gətirmişdi. Evdəkilər hamı onun
Bu halını görəcək hadisə ilə bağlı nə isə ciddi bir xəbər olduğunu o saat anladılar. Hamı onun ətrafına toplaşıb səbirsizliklə danışmasını gözlədilər. Sanki bir az da gecikdirsəydi, müvazinətini saxlaya bilməyib aşacaqmış kimi stulu çəkib oturdu. Gözlərindəki həyəcan ətrafda olan hər kəsi özündən daha da çox həyəcanlandırırdı. Firuzu türmədən buraxıblar. Söz elə tərzdə deyildi ki, hamı heyrətə gəlmişdi. Onu Xalidi öldürülən gün azadlığa buraxıblarmış. Bu gün işi aparan mayorla həmin təcridxananın rəisi ilə görüşdük. Novruz bayramı ilə bağlı verilən amnistiya siyahısında onun da adı var idi. İndi onun axtarışına başlayıblar. Amma alçaq yoxa çıxıb. Gəncədəki evləri nəzarət altındadır. Mayorun dediyinə görə çox güman ki, o Azərbaycandan kənara çıxmayıb. Çünki qanunvericiliyə əsasən hələ ki ölkə ərazisini tərk edə bilməz. İndi onun saxta sənədlə ölkədən çıxması məsələsi də araşdırılır. Bəlkə də şərəfsiz Bakıda gizlənib. Sahibin telefonuna gələn zəng bir anlıq sükuta səbəb oldu. Deyəsən özü də artıq danışmağın lüzumsuz olduğu qərarındaydı. Hər şey göz qabağında idi. Axşamınız xeyir, bağışlayın, bayaq bir-iki məsələni demək yadımdan çıxdı. Qədimovun səsi eşidildi. Buyurun, sahib təmkinlə onu dinləməyə hazır olduğunu göstərməyə çalışdı. Sahib müəllim, biz Firuzun Gəncədəki evini tam nəzarət altına götürmüşük. Ailə üzvləri də dindirilib. Sabahdan etibarən bütün əlaqələri araşdırılacaq və onunla təmasda ola bilən hər kəs nəzarətə götürüləcək. Sonra sahib çox danışan insanları sevmirdi. Mayorun da uzun-uzadı danışdıqları onu bezdirmişdi artıq. Səbəbini özü də bilmədən bu adamın işi bacarmayacağını düşünürdü. Demək istəyirəm ki, siz də ehtiyatlı olsanız, yaxşı olar. Mən hər ehtimala qarşı sizin binanın da yaxınlığında əməkdaşlarımızdan ikisinin xidmət aparması tapşırığını vermişəm. İndi oradadırlar. Firuz tapılana qədər bu rejimlə işləyəcək. Sizdən də xahişim budur ki, ailə üzvlərinizin evdən kənara mümkün qədər az olmasını diqqət edəsiniz. Dediklərinizə əməl edərik, amma onu tez tapın, o fikrini tamamlamayıb yumruğunu düyünlədi. 3-cü hissə. Cinayət axtarış bölməsinin rəisi Mayor Qədimovun telefon zəngindən sonra yaranan sükutu bu dəfə Nəsimi pozdu. Sahib müəllim, nə deyirlər? Heç nə Nəsimi, sən gedə bilərsən. Sabah işə getmə. Tapşır bütün iclasları və görüşləri təxirə salsınlar. Sən sabah bu məsələ ilə bağlı özün Gəncəyə gedirsən. Çalış ki, Firuzun əlaqədə olduğu adamlardan kimisə axtarıb tapasan. Yaxşı, narahat olmayın. Hə, bir də ki, ehtiyatlı ol. Heç kimi şübhələndirmə. Oldu Sahib müəllim, siz məndən nigaran qalmayın. Sizə də aiddir. Bunu deyib evdəkilərə baxdı. Heç kim evdən çölə addımını atmasın. Nə lazımdırsa, sabahlıq mən, sonra da Nəsimi özü alıb gətirəcək. Görək bu işin sonu nə olacaq, deyib öz otağına keçdi. Çox yorğun idi, fikirli idi. Ötən 3 gün müddətdə çox az yatmışdı. Otaqdakı kreslosuna oturub başını iş masasının üzərinə qoydu. Fikirləşmək və bununla da olanlara aydınlıq gətirmək istəyirdi. Amma yorğunluqdan qeyri-ixtiyari halda gözlərini yumdu və qısa bir vaxtda yuxuya getdi. İndi o öz düşüncələrini müşahidə ilə 6 il əvvələ qayıtmışdı. Bu hadisə təxminən 6 il əvvəl yay aylarında baş vermişdi. Onda sahib işi ilə əlaqədar ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. Həmin il Səlimovlar ailəsində xoşagəlməz bir hadisə baş verdi. Bu Xalidin Cəmilə ilə tanış olduğu ərəfədə baş vermişdi. Cəmiləni Xaliddən əvvəl Firuz adında bir nəfər dəlicəsini sevirdi. Cəmilə onunla Firuzun iş yerində təsadüfən tanış olmuşdu. O vaxtlar Firuz şəhərdəki internet klubların birində işləyirdi. Özü qurmuşdu bu işi. Gəliri də pis deyildi. Günlərin birində buraya tez-tez gəlib gedən Cəmilə adlı qızla tanış olmuşdu. Bu tanışlıq sonrakı aylarda daha da inkişaf edəndə Firuzun Cəmiləyə aşiq olmasına qədər gəlib çatmışdı.
Həmin günlər qız da öz növbəsində oğlanın ona qarşı hisslərini başa düşür və hətta rədd etməyərək normal qarşılayırdı. Cəmilə də gözəl 20 yaşını təzəcə adlamış və sevgilisi olmayan bir qız idi. Tezliklə onlar görüşməyə başladılar. Bundan sonra onların münasibətləri daha da dərinləşdi. Təxminən bir ilin tamamında Firuz Cəmilə ilə bağlı fikirlərini evdəki ailə üzvlərinə, anasına və bacısına bildirmişdi. Anası da yetimçiliklə böyütmüş oğlunun xoşbəxtliyi naminə öz razılığını verdi. Elə bacısı da çox sevinmişdi bu gözəl xəbərə. Amma Cəmilə Firuzun bu məsələdə ciddi və qərarlı olduğunu tam dərk etmirdi. Firuz isə günlər ötdükcə ona daha çox bağlanır, evlənəcəyi, bir yastığa baş qoyacağı günü səbirsizliklə gözləyirdi. Amma sən saydığını say. Firuzgilin evində artıq nişan hazırlığı gedirdi. Son 6-7 ay Firuz həmişəkindən daha çox qənaət edib, xeyli pul da ehtiyat etmişdi. Qəfil bir xəbər isə onun bütün xəyallarını yıxıb, həyatını alt-üst elədi. Cəmilə onu sevmədiyini, onu yalnız dost kimi gördüyünü və sevdiyi başqa birisinin olduğunu deyəndə Firuzun qara günləri başladı. Öz qüruruna sığışdırmayıb bir həftənin içində Cəmilə ilə bütün əlaqəni kəsdi. Qız artıq dediyini deyib qərarını vermişdi. Məqsədli və israrlı olduğu aydın görünürdü. Firuzun bundan sonra edəcəyi mübarizənin mənası yox idi. Bu mübarizə onu daha da aciz vəziyyətə sala bilərdi. Yalnız bir şey düşünürdü. Həmin adamı tapıb qisasını almaq. Necə olursa olsun. Həmin adam Xalid idi. Şəhərdə bitki yağları istehsal edən şirkətlərdən birinin prezidenti. 2-3 gün onu izləyib nəhayət ki, ələ keçirə bildi. Xalidlə axşam vaxtı görüşən Firuz elə həmin günü beynində olduğu planı həyata keçirib qisasını aldı. Həmin günün gecəsi yoldan təsadüfən keçən biri Xalidi xəstəxanaya yetişdirməsəydi, yəqin ki, o indi yox, 6 il əvvəl ölmüş olardı. Firuz onu bərk döymüşdü. O ərəfədə istintaq gedişi zamanı onların arasındakı münasibətdə Xalidin də günahkar olduğu, nalayiq sözlərlə Firuzu təhqir etdiyi sübuta yetiriləndən sonra Firuza 7 il iş verdilər. O, həbsxana barmaqlıqları arasına düşəndən təxminən bir ay sonra Xalid Cəmilə ilə evləndi. 4-cü hissə. Allahümmə səllələ Muhammedin və ali Muhammed. Xalidin məzarı üstündə Yasin oxuyan molla sonuncu dəfə salavat zikr edib, Allah rəhmət eləsin, Allah səbir versin, deyərək oradan uzaqlaşdı. İndi məzarın yaxınlığında yalnız bir nəfər görünürdü. O da sahib idi. Bu gün qardaşının doğum günü idi. Günorta olmamış ailə üzvləri ilə buraya gəlsələr də, İşdə ürəyi sıxılmış, evdə də rahatlıq tapa bilməyib, yenə də qardaşının məzarını ziyarət etmək üçün qəbirstanlığa qayıtmışdı. Artıq 2 ay idi ki, qardaşı onunla dərdləşmirdi və bir daha da onunla öz sirrini bölüşə bilməyəcəkdi. Qırmızı mərmərdən dəbdəbə ilə hazırlanmış məzarın önündə diz çökərək doyunca ağlayıb ürəyini boşaltdı. Qardaşının yoxluğu indi onun içində heç bir zaman sağalmayan bir yara buraxmışdı. Bu yara onun qatili tapılmayana qədər daha da böyüyəcək, onu əzəcək, əzdikcə də sındıracaqdı. Bir aya yaxın idi ki, Xalidin qırxı çıxmışdı, amma hələ də Firuzun tapılması mümkün olmamışdı. Ötən günlərdə qətiləşən bir məsələ var idisə, o da məhkəmə qərarı ilə Firuzun bu cinayəti törədən şəxs olaraq sübuta yetirilməsi idi. Bütün istintaq prosesləri və dindirilmələr bu cinayətin onun tərəfindən qısqanclıq və qisas zəminində törədildiyini sübuta yetirirdi. Bir aydan çox idi ki, Interpol vasitəsilə Firuzun axtarışı qonşu ölkələrdə də aparılırdı. O isə iynə olub yoxa çıxmışdı. Sahib Firuzun yoxa çıxması məsələsinə heç cür izah edə bilmirdi. Əvvəl günlərdən bu işi aparan Mayor Qədimovun bu işi bacarmayacağını, qardaşının qatilini tapa bilməyəcəyini düşünürdü. 2 ay sonra, bugün isə bu məsələyə heç inanmırdı.
Sahibin fikrincə, əgər Firuz həqiqətən qatildirsə, onu harada olursa olsun axtarıb tapa bilərdilər. Hava artıq yavaş-yavaş qaralırdı. Ayağa qalxıb qəbirstanlığın girişində saxladığı maşınına tərəf getdi. İndi bu hadisənin üstünü açmaq üçün işi bacaran başqa bir nəfər axtarıb tapmalı idi. Birdən yaxın dostu olan Anarın bir neçə gün əvvəl dediyi adam yadına düşdü. Telefonunu çıxardıb cəld ona zəng vurdu. Qarşı tərəfin zəngə cavab verdiyini eşidib birbaşa mətləbə keçdi. Anar, mənə dediyin adamla görüşdürə bilərsən? Hansı adam? Sənin iş yerində cinayət işlərini araşdıran bir nəfərin adını demişdin. Yadına düşmədi? Sahib özü də həmin adamın adını xatırlamağa çalışdı. Bildim, Polkov Bəşirli nə deyirsən? Hə, nə idi onun adı? Tomar müəllim. Onunla görüşmək istəyirəm. Sahib fikrinin qəti olduğunu ifadə etdi. Görüşdürə bilərsən bizi? Sonra tələsik əlavə etdi. Əlbəttə, amma mən onunla şəxsən tanışlığım yoxdur. Dostlarından birini tanıyıram. Bu saat zəng edib xəbər tutaram. İşi haqqında çox eşitmişəm. Əminəm ki, bu işin üstünü gec də olsa aça biləcək. Axır ki, mən deyənə gəldin də. Anar, sən bu məsələni həll edib mənə xəbər elə də, gözləyirəm. Qaldı ki, polkovnik Bəşirlinin cinayətin üstünü açmasına mən də bunu istəyirəm. Amma özümdən asılı deyil. Nə isə içimdə bir səs mənə deyir ki, boşuna ümidlənmə, bundan bir şey çıxmayacaq. Yaxşı, mən indi zəng edərəm. Biraz səbirli ol. Ona da inanmasaq, başqa çıxış yolumuz yoxdur. Mən düşünürəm ki, polkovnik Bəşirli Azərbaycanda cinayət axtarışı üzrə formalaşmış bir neçə əsas adamlardan biridir. Gün yeni başlamışdı. Bazar günü olduğu üçün ətrafda adamlar az-az gözə dəyirdi. İş günü olmadığı üçün onlar yəqin ki, adi iş günlərindən fərqli olaraq bir neçə saat gec oyanacaq, sonra isə ailələri ilə harayasa istirahətə getmək üçün küçələrə üz tutacaqdılar. İndi isə Həndəvərdə hələ ki sakitçilik hökm sürürdü. Yaxınlıqdakı parkların sakit bir güşəsində dünəndən planlaşdırılan bir görüş baş tutmuşdu. Anar söz verdiyi kimi Bəşirli ilə sahibin görüşünü təşkil etmişdi. Saatına baxıb gecikdiyini bildirdi. Bundan sonrasını yəqin ki, özünüz rahatca həll edə bilərsiniz. Mənim vacib bir görüşüm var. İcazənizlə mən çıxıram. Çox sağ olun, Anar müəllim. Sahib yeni tanışının yanında rəsmiyyəti qoruyub saxladı. Mən istəyirəm ki, qardaşımın qatili tez bir zamanda tapılsın. Sahib bunu deyib sınayıcı nəzərlərlə polkovnik Bəşirliyə baxdı. Bəşirli uzun müddət dövlət strukturlarında çalışmış, dəfələrlə qanlı cinayətlərin üstünü açmış, 45-47 yaşlarında təcrübəli cinayət axtarış eksperti idi. Bir neçə il əvvəl sərhədində problemlərə görə öz ərzəsi ilə işdən çıxmışdı. Amma son dövrlərdə aldığı müalicənin effektləri çox yaxşı olmuşdu. İndi Bəşirli özünü əvvəlkidən daha yaxşı hiss edirdi. Köhnə iş yerinə qayıtmaq istəməsə də, yenə də öz fəaliyyətində idi. Orta yaşlı bu adam daha çox idmançılar üçün xas olan xarakterlik bədən quruluşuna və üz cizgilərinə malik idi ki, bu da onu yaşından daha çox cavan göstərirdi. Diqqətlə həmsöhbətinin fikirlərini dinlədi. 15 dəqiqədən çox keçməsinə baxmayaraq, sahiblə görüşdüyü müddətdə salamlaşma, özünü təqdim etmə və bir dəfədə təşəkkür bildirdiyi zamanı dediyi kəlmələri çıxsaq, heç danışmamışdı. Həmişə az danışmağa üstünlük verən sahib deyəsən bu dəfə həmsöhbətini uduzmuşdu. Odur ki, fikirlərini yekunlaşdırıb növbəti dəfə sualını verdi. Tomar müəllim, bu işə razılıq verərsiniz? Mən əvvəlcə işlə tanış olmalıyam, amma dediyim kimi razılıq verməyim üçün bu o qədər də vacib deyil. Onda başlaya bilərik? Bilərik. Bəşirli razılıq simvolu olaraq sağ əlini uzatdı və fikrinə davam etdi. Amma lazım bildiyim məqamda işə yenidən baxılması üçün məhkəmə qərarının çıxarılmasını təmin edəcəksiniz. Polkovnik konkret şəkildə bildirdi. Bu necə baş verəcək? Çox sadə.
Sizə bildirəndə zərər çəkmiş tərəf olaraq özünüz ərizə ilə yenidən məhkəməyə müraciət edəcəksiniz. Oldu, sahib razılığını bildirdi. Yaxşı, mən getməliyəm. Bəşirli bunu deyib ayağa qalxdı və sonuncu tövsiyəsini bildirdi. Sizdən xahiş edirəm ki, bu işi mənim araşdırmağımla bağlı heç kimə bir məlumat verməyəsiniz. Yaxşı, Tomar müəllim, necə istəyirsiniz, elə də olsun. 5-ci hissə. Yeni gün ağır başlamışdı. Səlimovlar ailəsi dünənki növbəti cansıxıcı günün təsirindən sonra bu gün yeni ümidlərlə daha bir həftənin necə gəlib keçdiyini gözləyirdilər. Bu artıq 9-cu həftə idi, amma hələ də Firuzdan bir xəbər yox idi. Sahibin dünən bu hadisə ilə bağlı təcrübəli bir adamdan razılıq almasından ailədə hamı xəbərsiz idi. Sözsüz ki, bu polkovnik Bəşirlinin tövsiyəsi ilə gizli saxlanılırdı. Maşın həbsxananın darvazasının önündə dayandı. Sürücü cəld aşağı enib arxa sağ oturacaqda əyləşən adamın düşməsi üçün qapını açdı və onun darvazadan içəri daxil olmasını gözləyib, maşını xeyli aralıda, diqqət çəkməyin bir yerdə saxladı. Özü isə sükanın arxasından ayrılmadan gözləməyə başladı. Onun gətirdiyi adam istefada olan keçmiş, cinayət axtarış eksperti polkovnik Tomar Bəşirli idi. Bəşirli işlə bağlı dünəndən araşdırmaya başlamışdı artıq. Hələ ki, hadisənin necə baş verməsi ilə bağlı bir sıra məlumatlara malik idi. Əlində olan yalnız rayon polis bölməsinin apardığı işin nəticələri idi. Firuzla bağlı hər şeyi öyrənmək və dəqiqləşdirmək üçün buraya gəlmişdi. Onun fikrincə bu çox vacib idi. Bəşirli bu qətl hadisəsi ilə bağlı yalnız bir şeyə əmin idi. Rayon polis bölməsi işi düzgün araşdırmamışdı. İçəri keçib qabaqcadan razılaşdığı kimi Firuzun saxlandığı kameradakı məhbusla görüşdü. Həbsxana rəisi köhnə tanışlarından olduğu üçün Bəşirlinin işi gizli aparmasında heç bir problem olmadı. Onun üçün ayrılmış otaqda sorğu-suala başladı. Firuz səninlə bir kamerada qalırdı. Polkovnik sanki məsələni dəqiqləşdirmək üçün sınayıcı nəzərlərlə ona baxdı. Həmişəki kimi sadə və yüngül idman stilində geyinmişdi. Heç də bu peşənin adamlarına bənzətmək olmaz idi ilk baxışda onu. Amma baxışlarındakı kəsər o qədər güclü idi ki, qarşısında olan insan hakim kəsilirdi bu baxışlara. Bəli, necə adam idi? Nə bilim, rəis, məhbus təcridxana əhlinin ümumiləşdirərək müraciət formasından istifadə edərək Bəşirliyə baxdı. Mən rəis deyiləm, Firuzun qardaşıyam. Bəşirli Firuzun ailəsində özündən başqa bir bacısının olduğunu bilsə də belə dedi. Qardaşı? Firuzun qardaşı olmayıb axı. Mən ona qardaş qədər yaxın olan dostuyam. Bu adamın Firuzla yaxın olduğunu anlayıb məqsədinə çatdığına görə rahat oldu. Deməli, ondan az da olsa nəyisə öyrənə biləcəkdi. Mən 10 ildən çoxdur ki, burada deyildim, təzə gəlmişəm. Onunla aranız necə idi? Dost olmuşuq. Məhbus düşünmədən cavab verdi. Sonra şübhələnib soruşdu. Ona nə olub? Niyə bunları məndən soruşursunuz? Heç nə olmayıb, narahat olma. Onun haqqında biraz danış mənə. Yəni buradakı həyatı ilə bağlı. Adətən nə deyərdi, nə danışardı səninlə? Yox, mənə deməsiniz ki, ona nə olub? Mən heç nə danışmayacağam. Məhbus qaşqabağını yığdı. Dostum, Firuz yoxa çıxıb. Başa düşürsən, azadlığa buraxıldığı gündən sonra onu görən olmayıb. Mən onu tapmalıyam. Sən öz dostuna kömək etmək istəmirsən? Axı elə indi dedin ki, Firuzla dost olmuşdun. Məhbus heç nə demədən başını əlləri arasına alıb sakitcə ağlayırdı. Başını aşağı saldığı üçün üzünü görmək mümkün değildi, amma bu göz yaşları həqiqi dostluğu əks etdirən ehtiramdan başqa bir şey değildi. Bu yaxşı hiss olunurdu. Bəşirli əlini onun çiyninə qoyub, ağlama, mən onu tapacağam, nə bilirsən, danış. Məhbus nəhayət ki, yola gəlmişdi deyəsən. Üzünü çirkli köynəyinin qoluna silib danışmağa başladı. Firuz məndən sonra gəlmişdi buraya. Dediyinə görə sevdiyi qız onu aldatmışdı.
O da əvvəlcə qızın təzə sevgilisini öldürmək qərarına gəlib. Sonra isə bu fikirdən daşınıb onu bərk əzişdirməklə kifayətlənib. Amma hərif imkanlı adam imiş. Firuzu məhkəməyə verib tutturmuşdular. 7 ildə iş vermişdilər. 1 il qalırdı ki, amnistiya düşdü. Onun yerinə çox sevinmişdim. Elə hey deyirdi ki, buradan çıxandan sonra çox vacib bir işim var, yarımçıq qalan. Onu davamına çatdıracağam. Bundan sonra mən də xoşbəxt olacağam. Hər dəfə belə deyəndə mən yalvarırdım ki, bir daha alçaq, şərəfsiz insanlarda işi olmasın. Qorxurdum ki, çıxandan sonra 6 il əvvəl döydüyü həmin adamı öldürər. Yazdığım kimi var idi ki? Gəncədəki evlərində kasıb anası və bacısından başqa heç kimi yox idi. Yetimçiliklə böyümüşdü. Mən 6 ilin içərisində onu çox yaxşı tanımışdım. Bəs Firuz 6 il əvvəl döydüyü həmin adamdan heç danışmırdı? Türməyə təzə düşdüyü vaxtlarda olurdu, çox danışırdı. Sonralar isə peşman olmuşdu etdiyi əməlinə görə. Özünü bağışlamırdı, xəstə anasını, cavan bacısını tək qoyub buraya girdiyinə görə. Yəni deyirsən nifrəti keçib getmişdi? Bəşirli növbəti dəqiqləşdirməni aparmaq istədi. Söhbətin sonuna gəlmişdilər. Hə, siz deyən kimi idi. Son aylarda ümumiyyətlə onu çox sevincli görürdüm. Hiss edirdim ki, kimisə sevir ürəyində. Amma soruşmağa ehtiyac bilmirdim. Gözləyirdim ki, özü bu barədə nə vaxtsa danışacaq. Nədənsə o gedəndə də bu barədə heç nə demədi. Mən indi fikirləşirəm ki, səhv etmişəm. Nəyi? Onun kiminsə sevməsini düşünməyimi. Onun yanına kimlər gəlirdi buraya? Ayda, 2 ayda bir dəfə anası gəlirdi dostu ilə. Amma dostu özü tək, demək olar ki, hər həftə gəlirdi onu görməyə. Bəşirli bayaq onu gətirən maşına oturan kimi, maşın gəldiyi yolun əks istiqamətində sürətlə irələyib, bir neçə saniyədə gözdən itdi. İndi o Gəncəyə gedirdi. Yolun uzunluğunu nəzərə alıb yerini rahatladı. Sonra isə arxa oturacaqda yarımçıq oxuduğu kitabı götürüb diqqət yetirməyə başladı. Bu anlar onun beynində yalnız Xalid Səlimov cinayətinin necə törədilməsi ilə bağlı fikirlər seriyası cəryan edirdi. Bütün diqqəti ilə bu hadisənin araşdırılmasına hakim kəsilmişdi. Firuzun məhbus yoldaşı ilə görüşdən sonra dünən düşündüklərinin doğru olduğuna bir daha əmin oldu. Mayor Qədimovun rəhbərliyi ilə aparılan işin düzgün istiqamətdə araşdırılmadığı fikrinə indi daha çox inanırdı. Amma hələ ki hadisənin əsl təfərrüatlarını öyrənmək üçün ciddi axtarışlar aparmalı idi. 6-cı hissə. BMW markalı maşın yeni salınmış asfalt yolda sürətlə irələyirdi. Bayaqdan öz düşüncələri dünyasında cinayətkarın izinə düşməyə çalışan Bəşirli, əlindəki kitabı bir yana qoyub, nə isə yazacaqmış kimi qeyd dəftərçəsini çıxartdı. Biraz da əvvəl təcridxanada olarkən yazdığı qeydə baxaraq, geriyə qaydırıq, sürücüyə göstəriş verdi. İndi maşın bayaqçından daha artıq sürətlə Bakı kəndlərindən birinə doğru irələyirdi. Həmin qəsəbəyə o qədər də çox məsafə deyildi. Bu məsafəni təxminən 15-20 dəqiqəyə çatdılar. Məqsədi Firuzun burada yaşayan dostunu tapıb onunla görüşmək idi. Bu adam haqqında bayaq danışdığı məhbusdan yetərli qədər məlumat əldə etmişdi. Hətta telefonunu da öyrənə bilmişdi. Qara rəngli BMW qəsəbənin mərkəzində nisbətən aralıda yerləşən ərzaq mağazalarının yaxınlığında olan ət dükanının düz qarşısında dayandı. Firuzun dostu bu dükanda işləyirdi. Amma indi Bəşirlini qarşılayan o özü deyil, qardaşı idi. Qardaşım evə getdi, 1-2 saata gələr. Eviniz uzaqdadır? Bəşirli xəbər aldı. Yox, çox da uzaq deyil. Qardaşımla vacib işim var. Bizi evinizə apara bilərsiniz? İstəyirsiniz zəng edim, danışın. Yox, ehtiyac yoxdur. Məndə nömrəsi var. Telefon söhbəti deyil. Yaxşı, dükanı bağlayım, gedək. Təxminən 10-15 dəqiqə sonra polkovnik qəsəbənin avtobaza deyilən sakit bir yerində Firuzun həmin dostu ilə görüşüb söhbətini yekunlaşdırırdı artıq. Sən onunla sonuncu dəfə nə vaxt görüşmüşdün?
Azadlığa buraxıldığı gündən 2 gün əvvəl mən demək olar ki, hər həftə onun yanına gedirdim. Polkovnik məhbusla bayaqki söhbətini xatırladı. Səhv etmirdisə, o da bu adamın tez-tez Firuzun yanına gəldiyini deyirdi. Bəs buraxılacağı günü necə oldu ki, onu qarşılamağa gəlmədin? Axı deyirdin ki, xəbərin var idi amnistiyadan. Oğlan Bəşirlinin qəfil sualını təmkinlə qarşıladı. Bəli, 2 gün əvvəl razılaşmışdıq. Onu mən qarşılayacaqdım. Anası gilə də xəbər göndərmişdim ki, yol uzaqdır, gəlməsinlər. Bir gün bizdə qalıb Gəncəyə gedəcəkdi. Amma həmin gün mənim təcili işim çıxdı. Uşaq bərk xəstələnmişdi. Onu həkimə aparıb gətirdiyim müddətdə biraz da gecikdim. Sonra taksi tutub birbaşa Firuzun yatdığı təcridxanaya getdim. Sən demə onları lap tez buraxıblarmış. Yəni bizim danışdığımız vaxtdan təxminən 3 saat əvvəl. Bayaq dediyin qızı səncə Firuzun anası tanıyır? Bəşirli söhbətin əvvəlində onun dediyi fikrə sonuncu dəfə aydınlıq gətirməyə çalışdı. Məncə yox, çünki Firuz məktubu mənə verəndə tapşırmışdı ki, hələ heç kimin xəbəri olmasın. Polkovnik orta yaş dövrünə yenicə qədəm qoyan bu oğlanla olan söhbətindən razı qalmışdı. Fikrincə o bütün söhbətlərindən çox səmimi idi. Çünki söhbət əsnasında onu bir neçə dəfə yoxlamışdı. Maşın yenidən Gəncə istiqamətinə inamla irələyirdi. Bayaqçından fərqli olaraq indi polkovnik qərarlarında özünə daha əmin idi. Firuzun dostu ilə apardığı söhbət işə yaramışdı. Elə məhbusun dediklərinin də çox köməyi olmuşdu. Bəşirliyə artıq məlum idi ki, Firuz türmədə olarkən bir qızı sevmişdi. Bu da məlum idi ki, o Cəmilə deyildi. Deməli, Firuzun nifrət hissləri azalıbmış, keçmişdə olanlarla bağlı. Tomar müəllimin fəlsəfəsinə görə bir ürəkdə həm nifrətin, həm də sevginin böyüməsi heç vaxt mümkün deyildi. Elə bir vaxt ola bilərdi ki, hər ikisi bir yerdə qərarlaşsınlar, amma biri inkişaf etdikcə, o birisi kiçilərək yox olmalı idi. Və əgər indi Firuz yeni bir eşq yaşayırdısa, deməli, nifrətin çox kiçildiyini, hətta heç olmadığını söyləmək mümkün idi. Bunun üçün həmin qızla görüşmək lazım idi, elə bu gün. Çalışıb onu tapmaq lazım idi. Həm də ki, Firuzun dostunun danışdığı həmin məktub tapılmalı idi. Təbii ki, əgər qalırdısa. 7-ci hissə. Uzaq yolun yorğunluğunu çıxarmaq üçün Gəncəyə çatan kimi Bəşirli yaxınlıqdakı istirahət güşələrinin birində az da olsa dincəlmək fikri ilə qarşısında dayandığı zövqlə bəzədilmiş yeni tikilinin piyada qapısından içəri keçdi. Bütün fikirləri həmin qızın axtarışında idi. Görəsən onu necə tapacaqdı? Əgər Firuzun anası o qızı tanımırdısa, çox çətin ola bilərdi onun tapılması. Bəlkə Firuzun bacısı nə isə bilirdi qız barəsində. Hər halda onların hər ikisi ilə də görüşməli idi. Özü üçün yalnız çay sifariş edib, növbəti dəfə qeydiyyat dəftərçəsini əynindəki gödəkçənin cibindən çıxartdı. Bu gün Firuzla bağlı bütün məsələləri dəqiqləşdirə biləcəkdimi? Qarşısındakı çaydan bir qurtum içib beynini sürətlə çalışdırmağa başladı. Doğrudanmı Firuz bu qətli törətmişdi? Elə isə o indi haradadır? Yox, cinayət belə sadə plan üzrə həyata keçirilibsə, qatili ifşa etmək çətinlik törətməməli idi axı. Həbsxana barmaqları arasından çıxan yetim oğlan, həmin gün belə dəqiq və səhvsiz cinayəti necə törədə bilərdi? Bəlkə onun köməkçiləri olub. Elədirsə, nəyə görə mayor Qədimov onlardan heç birinin izinə düşə bilməyib? Yaxşı, deyək ki, Qədimov işi düzgün araşdırmayıb. Bəs bu məktub məsələsi, qız məsələsi, sevgi? Bəşirli dünənki günü xatırladı. Dünən sahiblə razılaşandan sonra birbaşa Xalidin evinə getmişdi. Həmin evdə, 2-ci mərtəbədə, qətlin törədildiyi yerdə təxminən yarım saatlıq tədqiqat apardı. Şübhələndiyi əşyaları toplayıb ekspertizanın rəyi üçün yaxın dostlarından birinə vermişdi. Bu gün axşam ya da ən gecə sabaha nəticələr bilinəcəkdi.
Baxmayaraq ki, hadisədən sonra Bəşirlidən əvvəl bu evdə dəfələrlə təhqiqat aparılmışdı. Bundan başqa polkovnik bu qətl hadisəsi ilə bağlı həmin dostundan bir neçə məsələni də tamamilə gizli şəkildə öyrənməsini xahiş etmişdi. Firuzun anası ilə söhbəti təzəcə yekunlaşdırıb qadının onun üçün süzdüyü kəşli otu çayının dadına baxdı ki, evin növbəti sakini nəhayət gəlib çıxdı. Bu, Firuzun bacısı idi. Qız onu görsək bir anlıq duruxub yerində qaldı. Qardaşından sonra çox qorxmuşdu. Gözlənilməz qonağın kim olduğunu öyrənməyə çalışırdı ki, Bəşirli onun fikirlərini oxudu. Mən qardaşının işini araşdırıram. Bakıdan gəlmişəm. Bu gün qardaşının dostu ilə görüşdüm. Sizin ünvanınızı da o verdi. Narahat olmayın. Sizinlə biraz söhbət edib gedəcəyəm. Yaxşı, nə deyirəm? Qız sanki çarəsizmiş kimi mızıldandı. Mağazadan alıb gətirdiyi, içərisində ərzaq olan kiçik salafanı köhnə darısqal otağın bir küncünə qoyub, boş stullardan birini altına çəkdi. Stullar da otaqdan geri qalmırdı köhnəliyinə görə. Hamısı sınıq-salxaq vəziyyətdə idi. Qızın oturduğu o stul elə pis halda idi ki, elə bil onun ağırlığına dözməyib bu saat sınıq-sınıq olacaqdı. Halbuki orta məktəbi yenicə bitirmiş bu qızcığaz nərmə-nazik biri idi. Stulun cırıltısı səsindən utanıb ayağa qalxdı. Bəşirli bunu hiss etdi. Qızın pərt olmaması üçün elə mən də qalxacaqdım. Etiraz etmirsənsə, səninlə açıq havada biraz söhbətləşək. Bu sözlərdən sonra qız o saat anasına baxdı və onun baxışlarındakı həni oxuyub, yaxşı, dedi. Anam xəstədir, yaxşı ki aşağı düşdük. Qız həyətə düşər-düşməz bildirdi. Mən də bunu hiss etdim, ona görə də aşağı düşməyi təklif etdim. Bəşirli qızın hazır cavab və söhbətçil birisi olduğunu anlayıb, ürəyində xeyli sevindi. Çünki Firuzun anası ilə söhbətdən o qədər də razı qalmamışdı. Qadın oğlunun kimi sevdiyini bilmirdi. Bu məsələ ilə bağlı yeganə bildiyi, təxminən 7-8 il əvvəl Zibeydə adlı bir qızın oğluna aşiq olması, oğlunun isə ona məhəl qoymayıb, Bakıya işləməyə getməsi idi. Bəşirlinin hesablamalarına görə bu Firuzun Cəmilə ilə tanış olmasında təxminən 2 il əvvəl baş vermişdi. Qardaşımdan sonra onun səhəti lap pisləşib. Qız ümidsiz bir tərzdə əlavə etdi. Mən qardaşınızın sevdiyi qızla görüşüb söhbət etmək istəyirəm. Bəşirli ani sualdan sonra kəskin sınayıcı nəzərlərlə qıza baxdı. Qızı tapmaq üçün bu onun sonuncu şansı idi, bəlkə də. Əks halda nəinki qız haqqında heç məktubda, yazılanlarla bağlı da heç nə öyrənə bilməyəcəkdi. Necə? Siz də tanıyırsınız onu? Bəs, qızın dili topuq vurdu. Bəs nə? Bəşirli daxildən gələn qalibanə bir həvəslə növbəti sualının cavabını verilməsi üçün onu tələsdirdi. Firuz demişdi ki, hələlik bu sirri təkcə mənə deyib. Amma siz də bilirmişsiniz. Ona görə qəribə gəldi mənə. Qız deməyə söz tapmadı. Bəs anana niyə deməyib? Burada qeyri-adi nə var ki? O qız, yəni Zibeydə, əvvəllər qardaşımı sevdiyini deyəndə Firuz bu işə ciddi baxmayıb, onun sevgisini savabsız qoymuşdu. Onda mən 5-ci sinifdə oxuyurdum. Yaxşı yadımdadır. İbtidai sinifi təzəcə bitirmişdim. Qardaşım tez-tez məktəbə mənim dərslərimlə maraqlanmağa gəlirdi. Zibeydə onda məktəbdə təşkilatçı işləyirdi. Qardaşımı da məktəbdə görüb sevmişdi. Qardaşım da hərbi xidmətini çəkib Gəncəyə gəlmişdi onda. Qızın onu sevməyə başladığı vaxt Firuz Bakıya işləməyə getdi. Sonralar Zibeydə mənə demişdi ki, əslində qardaşımı onun getməsindən 4-5 ay əvvəl sevmişdi, amma utanırmış bunu ona bildirməyə. Firuz Bakıya gedəndən sonra bir müddət ona acığım soyumadı. Axı Zibeydə kimi gözəl, savadlı bir qızı gözü yaşlı qoyub getmək doğru deyildi. Sonra bu məsələ tədricən unuduldu. Mən qardaşımı da başa düşürdüm. Ona haqq qazandırmağa çalışırdım. Bilirdim ki, sevgi məcburən ola bilməz.
Onda artıq yuxarı sinifdə oxuyurdum. Sonra Cəmilə məsələsi. Siz hamısını bilirsiniz də. Hə, onu bilirəm. Bəs necə oldu ki, qardaşınız Zibeydəni sevdi? Qardaşım bir müddət bu işi anamdan gizli saxlamağımı istəmişdi. Açığı utanırdı biraz, amma tezliklə deyəcəkdi. Məncə qardaşım həbsxanada olarkən Zibeydənin sevgisini cavabsız qoyduğuna görə peşman olmuşdu. 8-ci hissə. Gecədən xeyli keçməsinə baxmayaraq, Polkovnik Bəşirlinin iş otağında işıqlar hələ də yanmaqda davam edirdi. Nəhayət sonuncu qeydlərini aparıb ayağa qalxdı. Yatmaq lazım idi. Sabah onu daha gərgin iş günü gözləyirdi. Papiros yandırıb çarpayısına uzandı. İndi gün ərzində yorğunluqlarını bir yana qoyub dincəlmək istəyirdi. Amma bir-iki sualın cavabını tapmadan gözlərinə yuxu getməyəcəyini anlayıb, yenidən ayağa qalxdı. Özünə kəklik otu çayı gətirmək üçün mətbəxə keçdi. İsti kəklik otu çayının xoş ətrini ciyərlərinə çəkdikcə beyni canlanırdı sanki. Gün ərzindəki görüşləri bir-bir düşünməyə başladı. Zibeydə ilə görüşüb məktubu ala bilmişdi ondan. Yazıq qızcığaz məktubu ən əziz bir nemət kimi qoruyub saxlamışdı. Firuz itkin düşəndən sonra tək ümid yeri bu məktub olmuşdu. Elə bil Firuzun ona ömründə ilk və son dəfə yazdığı bu məktub Zibeydə üçün həyatının sığorta kağızı idi. Onu heç kim Firuzdan ayıra bilməzdi. Polkovnik siyirmənin gözündəki məktubu götürüb bir daha nəzərdən keçirdi. Zibeydə, məni bağışla. 8 il əvvəl səni başa düşmədim. Sənin sevginin qədrini bilmədim. Amma bu sevginin nə olduğunu indi mən səndən daha yaxşı bilmişəm burada. Az qalıb buradan çıxmağıma. Bilirəm, hələ də məni sevirsən. İstəyirəm buradan çıxan kimi nişanlanaq və tezliklə də evlənək. Mən də səni sevirəm. Səni incitdiyinə görə peşman olan Firuz. Məktub adi karandaşla yazıldığına görə çox aydın oxunurdu. Rəngi biraz saralmış kağız parçasının üzərində qrafitin saldığı izlər bərq vururdu. Yazılanları bir daha oxuyub yerinə qoydu. Zibeydənin danışdıqlarını xatırladı. Mən onu ilk gördüyüm gündən bu günə qədər hər gün daha çox sevmişəm. Firuz məni atıb Bakıya gedəndən sonra da onun həsrəti ilə yaşayırdım. Onun bir gün qayıtmasını, peşman olmasını ürəkdən istəyirdim. Amma Firuzun məni sevəcəyinə inanmaq, özümü aldatmaq kimi gəlirdi mənə. Onsuz günlərdə nəyə görə yaşadığımı düşünürdüm. Onu sevirdim. Onun başqasının sevdiyini biləndən sonra da bu sevgim səngiməmişdi. O isə yanımda deyildi. Heç yerini də bilmirdim haradadır, indiki kimi. Amma mən onun bir gün qayıdacağına inanıram. Ünvanını, yerini bilməsəm də onu sevməyə davam edəcəyəm. Ünvansız sevgi, yazıq qız, bunu yaşamağı Allah heç kimə nəsib etməsin. Bunu düşünürdü ki, telefonuna zəng gəldi. Tamar müəllim, yatmamışdınız? Zəng edən adəti üzrə yenə də gecəyə qalmışdı. Yox, xəbər var? Bəşirli zəng edənin səsini tanıdı. Deyəsən, evdən zəng edirdi. Bu adam polkovnikin dostu idi. Dünən Xalidin evindən götürdüyü bir neçə əşyanı ekspertiza üçün ona vermişdi. Hə, nəticəni elə indi zəng edib mənə bildirdilər. Özüm tapşırmışdım ki, gec də olsa bildirsinlər. Evdəki əşyalarda hər hansı bir kənar adamın barmaq izləri aşkar olunmayıb, Tamar müəllim. Dəqiq yoxlayıblar? Bəli, ən təcrübəli adamımız araşdırıb. Eybi yox. Bəs o bir məsələ, bir şey öyrənə bildiniz? Bəli, video görüntüləri xahiş etmişdik. Arxivdən gətirəcəklər sabah. Maşının da nömrəsini oradan əldə edə biləcəyik. Arxain olun. Yaxşı, başqa çarəmiz yoxdur onsuz da. Sabahı da gözləyərik. Gecəniz xeyrə qalsın, yoldaş polkovnik. Sağ olun, sizin də. 9-cu hissə.
May ayının sabitləşməkdə olan yeni bir günü yarı olmağa hazırlaşırdı. İnsanlar qarşıdakı isti aylara indidən hazırlıq görürmüşlər kimi, havalar qızar-qızmaz nazik yay paltarlarına keçmişdilər. Bu halı ən çox şəhər boyu səpələnmiş cavan qızların geyimlərində müşahidə etmək mümkün idi. Qışdan bəri həsrət ilə gözlədikləri günlər nəhayət ki, gəlib yetişmişdi. Bu qızcığazlar hər gün daha başqa rənglərdə və formalarda libaslar geyinərək ətrafdakı cavanların diqqətini özlərinə çəkməyə çalışırdılar. Hər şey keçən il, ondan əvvəlki illərdə olduğu kimi təkrarlanırdı. Onların geyimləri zəmanə ilə həmahənglik təşkil edirdi sanki. Bircə təbiətin əksinə idi bu pal-paltar məsələsi. Qış gəldikcə təbiət əynini soyunar, bu cavanlar isə soyuqdan qorunmaq üçün əlinə keçəni geyinərdilər. Yayda isə əksinə, təbiət gözəl bir qiyafəyə sahib olub, bütün eyiblərini örtər, bunlar isə əynindəki olan olmazlarını da soyunub, əndamlarını cəmaata nümayiş etdirərdilər. Və beləcə fəsillər bir-birini əvəz etdikcə bu işlər də təkrarlanar. Yaşılların da bu barədə danışmaq üçün sözü olardı. Amma ki, fayda. Belə olduğu halda da hər şey tərsinə dövran edəcəkdir təbii ki. Mütəxəssislər və alimlər milli adət-ənənələrin itib getməsinin səbəbini hələ də araşdıracaqlar. Bəlkə də qəbul etmək istəməyəcəklər bu iyrənc reallığı. Amma həqiqət olan o idi ki, əcnəbi xislətli insanların günü-gündən artmasının əsas səbəbi cavan-cavan qızların dürüst olmayan geyimləri idi. Moda və dəblə ayaqlaşmaq, avropalaşmaq millətin sümüklərinin iliyini zəli kimi sovururdu. Tələbə qızlar universitetlərə oxumaq üçün yox, min oyun alət olmaq, müəllimləri ilə eşq həyatı yaşamaq üçün gəlirdilər bu zamanlar. İmkanlı adamın uşaqlarının vəziyyəti, bu ədabaz qızlar tərəfindən qiymətləndirilməsi xüsusi özəlliklərə malik idi. Qızlar da belələrini görəndə onların olmaq üçün əldən ayaqdan gedirdilər. Sözsüz ki, mütənasib olmasa da cəmiyyətdə bu tərəqqidə vicdanlı və namuslu insanlar da az deyildi hələ ki. Amma getdikcə onların da sayı azalırdı. Sanki son illərdə dünyaya göz açan uşaqların 90%-i anadan gəlmə vicdansız doğulurdular. Normal formada bu isə cəmiyyəti illər keçdikcə məhvə sürükləyən dəhşətli bir epidemiya idi. Nə qədər ki, qarşısı alınmayacaqdı, fəlakətlərdən uzaq olmaq da mümkün olmayacaqdı. BMW markalı maşın şəhərin sakit bir yerində yerləşən parkın yaxınlığında dayandı. Buraya insanlar çox da gəlib getməzdilər. Sovetin vaxtında bura məşhur yer olsa da, indi baxımsız hala gəlmişdi. Bəlkə də buralar kiminsə şəxsi mülkü idi artıq. Amma hər halda hansısa hasar filan yox idi. Adətən belə yerlərə əl uzatdıqda sahibini tanımaq olurdu. Bəşirli bu fikirlə maşından düşdü. Özü idarə edirdi. Saata baxıb vaxtı dəqiqləşdirdi. Bir neçə dəqiqədən sonra sahib gələcəkdi. Bəşirli onunla burada görüşmək üçün çağırmışdı. O gələnə qədər köhnə skamyalarının birinin üzərində oturub son 2 gündə bu cinayətin işi ilə bağlı apardığı təhqiqatın nəticələrini düşünmək və öyrəndikləri arasında əlaqə qurmağa çalışırdı. Papiros yandırdı. Dünənki məktub haqqında bir daha düşünməyə başladı. Sonra yenə də Zibeydənin dediklərini xatırladı. Nədənsə yadına ancaq Firuzla bağlı olanlar düşürdü. Firuzun qəssab dostunun dedikləri, bundan əvvəl isə onun həbsxanadakı məhbus yoldaşının danışdıqları. Hamısı bir-birini tamamlayırdı. Burada yalan və uydurmanın olması mümkün idimi? Parkdakı sükutu sürətlə buraya yaxınlaşan maşının səsi pozdu. Ağ Mazda markalı maşın Bəşirlinin maşınının yanında dayandı. Gələn sahib idi. O da polkovnikin xahişi ilə tək gəlmişdi. Siz deyənlərin hamısı buradadır. Sahib ona çatar-çatmaz əlindəki
içi kağızla dolu olan qovluğu Bəşirliyə uzatdı. Bu, Qədimovun qətl hadisəsi baş verdiyi günlərdən bu günə qədər apardığı tədqiqat işlərinə dair sənədlər idi. Çox sağ olun. Əminəm ki, bunu nə üçün istədiyinizi mən dediyim kimi izah etdiniz. Hə, elədir. Özüm üçün sadəcə şəxsi araşdırmam üçün istədiyimi bildirdim. Yeri gəlmişkən, mən özüm də ixtisasca hüquqşünasam, amma ikinci ixtisasım olduğuna görə heç vaxt vəkillik etmək, prokuror olmaq arzusunda olmamışam. Hüquqşünas olduğunuzu bilirdim. Polkovnik ani nəzərlə sahibə baxıb fikrini davam etdi. Qardaşınızın birinci həyat yoldaşı ilə görüşmək istəyirəm. Siz onun harada yaşadığını bilirsiniz? Yox, amma tapmaq olar. Sizcə ondan şübhələnmək olar, aciz bir qadından? Mən sizdən başqa hamıdan şübhələnə bilərəm və xahiş edirəm bunu normal qarşılayın. Yəni, anamdan da, atamdan da, ailə üzvlərimdən də. Ana-atanız hadisə günü burada olmayıb, yadınızdan çıxıb. Bəs məndən niyə şübhələnmirsiniz, bilmək olar? Sahib müəllim, gəlin konkret işlərə üstünlük verək. Bəşirli normaldan artıq danışdığına işarə vurdu. Hiss etmişdi ki, sahib də çox danışan adam deyil. Amma bu hadisəyə görə özünü o da közə vurması da başa düşülən idi. Məndən bu işi aparmağımı istəyən adam mənim üçün şübhəli ola bilməz. Məni tanıyanlar da bu işin zarafat olmadığını yaxşı bilir. Bir də ki, siz məni düz anlamadınız. Mənim sizin və ya qardaşınızın ailə üzvləri ilə işim yoxdur. Polkovnik dediyi sözlərin ona yaxşı təsir etmədiyini düşünüb biraz təsəlli verməyə çalışdı. Vallah, qorxutdunuz məni, Tomar müəllim. Belə zarafat olar? Mən zarafat etmədim. Xahiş edirəm, qardaşınızın birinci həyat yoldaşı haqqında danışın. Mümkünsə, biraz ətraflı. Xalid onunla təxminən 6 il bundan əvvəl ayrılıb. Onda mən Rusiyada idim. 4 il bir yerdə yaşasalar da uşaqları olmamışdı. İlk vaxtlar problemin Ayanda olduğunu düşünürdük. Elə Xalid də Ayanın hamilə qala bilməməsinin səbəbini özündə deyil, onda axtarırdı. Onun qadın xəstəliyi olmuşdu uzun illər. Həkimlər təxminən 1 il uşaqlarının olmasını qadağan etmişdi. Amma sonrakı 3 ildə də qardaşımgil övlad həsrəti ilə qalırdılar. Bu müddət ərzində Xalidlə onun arasında çoxlu münaqişələr olurdu. Hətta qardaşım neçə dəfə mənə Ayandan ayrılmaq istədiyini demişdi. Məsləhət almaq istəmişdi. Mən işimlə əlaqədar xaricdə yaşadığım müddətdə isə onlar boşandılar. Təəssüf ki, sonralar problemin qardaşımda olduğunu öyrəndik. Amma Ayanın ikinci dəfə ailə həyatı qurduğunu və övladı dünyaya gəldiyini də eşitdik. Xalid yazıq Cəmilə ilə evlənəndən sonra bir neçə il ciddi müalicə aldı. Keçən il ABŞ-da aldığı müalicədən sonra həkimlər onun ata ola biləcəyini söylədilər. Bundan sonra da Bakıda müalicəsini davam etdirdi. Nəhayət ki, 4-5 ay əvvəl tezliklə qardaşımgilin övladlarının olmasının xəbərini eşitdik. Bu xəbərə hamımız sevinmişdik. Amma məncə qardaşımla Ayanın ayrılmasının tək səbəbi uşaqlarının olmaması deyildi. Onlar heç bir-birlərini sevmirdilər. Bunu da sənə qardaşın danışmışdı. Bəşirli sual verməyə məcbur oldu. Yox, xeyr. Mən öz həyat yoldaşım ilə müqayisə aparanda hiss edirdim bunları. Yəni, necə deyim, bir-birini sevdiklərini hərəkətlərində görmürdüm heç vaxt. Aydındır, mənim üçün Ayanın ünvanını tapmağınızı istəyirəm. Yaxşı. Qardaşınızın şirkətində işlər nə yerdədir? Nəsimi gecə-gündüz nəzarət edir, sağ olsun. 2-3 gündür evə də gedə bilmir işlərin çoxluğundan. Nəyə görə soruşdunuz? Elə mən də işlərə görə xəbər aldım. Düşünürəm ki, işi mənim aparmağımla bağlı Nəsimi müəllimə də xəbər verməyiniz lazımdır. Məncə mənə çox köməyi dəyəcək. İnciməyin, amma sizin qardaşınızın iş həyatı ilə bağlı verdiyiniz məlumatlar mənim üçün yetərli deyil. Yox, mən incimirəm. Siz necə deyirsiniz, elə də olsun.
Sahib bu xəbərdən razı qaldığını aşkar bəlli etdi. Bəşirli ilk gündən bu işlə bağlı heç kimin xəbərinin olmamasını tapşırmışdı ona. Buna görə də sahib, Polkovnik Bəşirli kimi təcrübəli ekspertin Xalidin qətl hadisəsini araşdırması məsələsini Nəsimiyə deməmişdi. Amma qardaşının yaxın dostuna bunu demədiyi üçün 3 gündür narahat gəzirdi. İndi isə çox rahat oldu bu xəbərdən. Çünki indi fikirlərini bölüşmək üçün ən azından Nəsimi, qardaşından qalan şirkətin ən vacib işçisi yanında idi. 10-cu hissə. Saat zənginin özünə məxsus cingiltili səsi gecədən bəri otaqda hökm sürən ölü səssizliyi pozdu. Bəşirli ilk zəngdən saatın səsini kəsib yerindən qalxdı. Yorğun olduğu üçün gecə boyu heç oyanmamışdı. Pəncərəni açıb otağın havasını dəyişdi. Özünü gümrah hiss edirdi. Bu günlər əlində olan cinayət işinin araşdırılmasına xeyli əmək sərf edirdi. İşin əslini tezliklə açmaq, qatili tapıb ifşa etmək və Səlimovlar ailəsində aylardır davam edən gözləntilərə son qoymaq günü yaxınlaşırdı deyəsən. Hava da yaxşı idi bu gün. Belə gözəl havada yaxşı istirahət etmək olardı. Bir anlıq ailəsini, oğlunu xatırladı. Yadına düşdü ki, keçən gecə rahat yatsa da yuxu görmüşdü. Oğlu ondan ötürü darıxmış və yanına gəlmişdi. Evdən təzə çıxmışdı ki, telefonun zəngi gəldi, sahib idi. Sabahınız xeyir, Tamar müəllim, yəqin ki, oyanmışdınız. Sabahınız xeyir, hə, Nəsimə ilə görüşmək üçün şirkətə gəlirəm indi. Oradadır? İş dalınca gedib, indi gələr harada olsa. Mən özüm də şirkətdəyəm, gəlin. Ayanın ünvanını öyrənə bildiniz? Bəli, elə onu deməyə zəng etmişdim. Görüşəndə verərəm. Yaxşı. Polkovnik Xalidin şirkətinə çatanda Nəsimi artıq gəlmişdi. Foyedə sahib müəllimlə söhbət edirdilər. Görünür, Bəşirli haqqında danışırdılar. Polkovnik onlara yaxınlaşanda bunun doğru olduğuna əmin oldu. Bax, Tamar müəllim özü də gəldi. Sahib müəllim məşhur cinayət axtarış eksperti Polkovnik Bəşirlini Nəsimiyə təqdim etdi. Nəsimi, böyük bir şirkətin ikinci adamı olmasına baxmayaraq, Nəsimi müəllim özünü məhz belə təqdim etdi. Sonra təbəssümünü gizlətmədən əlavə etdi. Sizi tanıdığıma şad oldum, Tamar müəllim. Sahib müəllim də bayaqdan sizdən danışır. Çox sağ olun, mən də şad oldum. Keçək kabinetə, sahib təklif etdi. Hər üçü Nəsiminin girişdən o qədər də kənarda olmayan otağına tərəf getdilər. Xalid öldürüləndən sonra onun otağına demək olar ki, heç kim girmirdi. Bu çox ağır gəlirdi onu tanıyanlara. Nəsimi müəllim, bilirəm işləriniz çoxdur, odur ki, birbaşa mətləbə keçək. Hə, elədir. Xalid müəllimlə uzun illərdir bir yerdə işləyirdiniz. Dostluğunuz da var. Məncə sahib müəllim də bilmədiyi bəzi məsələlər ola bilər ki, sizin onlardan xəbəriniz olsun. Yəni, elə məsələlər ki, sizin fikrinizcə onlar xırda şeylərdir və yaxud da ki, cinayət işi ilə əlaqəsini görə bilmirsiniz. Razıyam. Gündəlik iş həyatında çoxlu xırda problemlər olur. Siz dediyiniz kimi. Amma biz heç vaxt belə məsələlərin uzun-uzadı davam etməsinə imkan vermirik. Necə? Xalid müəllim şirkətin işləri ilə bağlı çox səbirsiz idi. Kiçik bir məsələ olan kimi onu elə həmin gün həll etməyə çalışırdı. Bununla bağlı hər zaman bir yerdə məsləhətləşmələrimiz olurdu. Son aylarda da şirkətdə ilə problemləriniz olmuşdu? Bəli, böyük şirkətlərin qayğıları da çox olur. Siz də yaxşı bilirsiniz. Bəşirli başı ilə razılığını bildirib, söhbəti rahat davam etdirməsi üçün onun fikrini kəsmədi. Son aylarda da, son həftələrdə də həmişə. Nəsimi nə isə fikirləşdiyini büruzə verib, fikrinə davam etdi. Təxminən 3 ay əvvəl şirkətimizin yeni filialını açmaq istəyəndə, binanın tikiləcəyi yerin
Bizdən əvvəlki sahibi ilə olan adamlarla problemlərimiz son dövrlərdə ən çox yaddaşımda qalanlardır. Niyə? Bizim şirkəti məhkəməyə vermişdilər, amma biz vaxtında bütün məsələləri rəsmi formada həyata keçirmişdik. Həmin torpağın Xalid müəllimin şəxsi mülkü olması ilə bağlı sənədlərdə öz qaydasında idi. Məhkəmə də bizim ədalətli olduğumuzu bir daha təsdiq etdi. Siz bu barədə Mayor Qədimova danışmışdınız? Bəli. Bəs sonra? Bəşirli daha çox məlumat almaq istəyi ilə ənənəvi suallarından növbəti birindən istifadə etməli oldu. Sonrası indi dediyim kimi, biz həmin ərazidə şirkətimizin yeni filialı üçün nəzərdə tutulan binanı inşa etdirdik. Tezliklə fəaliyyətə başlayacaq. Həmin adamları tanıyırsınız? Kimi? Torpağın keçmiş sahiblərini? Nəsimi dəqiqləşdirməyə çalışdı. Hə, onları deyirəm. Yəni adlarını, ünvanlarını bilirsiniz? Əlbəttə ki, telefonları da var bizdə. 3 qardaşdılar, amma torpaq sahəsi atalarının adına idi. Fikrətin, böyük oğlunun adı Camaldır. Həmin vaxtlar onunla çox görüşmüşdük bu işlə bağlı. Hamısının adını əzbər bilirdim. Hətta məni, Xalid müəllimi öldürəcəyi, şirkəti partladacağı ilə hədələmişdi də böyük oğlu. Bir anlıq Nəsiminin üzündə kinayəli təbəssüm yarandı və dərhal da keçdi. Yaxşı, mən gedim, yenə də görüşərik. Bəşirli ayağa qalxdı. Buyurun, Ayanın indi yaşadığı ünvan burada qeyd olunub, telefonu da var. Sahib əlindəki kağız parçasını polkovnikə uzatdı. Mümkündürsə, siz də mənə 3 qardaşın ünvanını elə indi verin. Bəşirli bunu deyib Nəsiməyə təzəcə yekunlaşdırdıqları söhbəti xatırlatdı. Bu dəqiqə. Nəsimi bunu deyib, otaqda çoxlu sənəd qovluqları yığılan şkafa tərəf getdi. 11-ci hissə. Günorta yaxınlaşırdı. Artıq Bəşirli şirkətdən ayrılıb Nəsiminin ona verdiyi ünvana gəlib, 3 qardaşın evini tapmışdı. Qapıda onu kiçik oğlu Nahid qarşıladı. Sizə kim lazımdır? Atan evdədir? Yox, evdə deyil. Böyük qardaşın necə? O da yoxdur, atamla gediblər. Bu vaxt evin ortancıl oğlu Elnur qapıda göründü. Qardaşlar bir-birinə çox bənzəyirdilər. Biri o birindən yaşca o qədər də fərqli görünmürdülər. Zəhmətkeş olduqları aydın hiss olunurdu. Uşaqlar, atanız gil nə vaxt gələcəklər? Onlar axşama ancaq gələrlər, əmi, rayona gediblər. Bu dəfə evdəkilərin harada olmasında daha çox xəbərdar olan Elnur dilləndi. Rayona? Bəs mənə niyə deməyiblər? Demişdim axı, mən də getmək istəyirəm. Nahid atasıgilin hara getdiklərini indi öyrənib, hayküy salmağa başladı. Yaxşı, onda mən gedim. Bəşirli bunu deyib çıxmaq istəyirdi. Elnurun səsini eşitdi. Əmi, gələndə nə deyim bəs? Deyim ki, kim idi gələn? Narahat eləmə atanı. Mən sabah imkan tapan kimi yenə gələcəm. Bəşirli 3 qardaşın həyətindən çıxan kimi dostuna zəng edib, tapşırdığı işlərin nəticəsi ilə maraqlanmışdı. Həm də 3 qardaşın ailə üzvlərinə, əsasən də böyük qardaş Camalın araşdırılmasını istəmişdi dostundan. İndi isə Xalidin birinci həyat yoldaşı ilə görüşmək üçün sahibin verdiyi ünvana gedirdi. Təxminən yarım saat sonra Bəşirli Xalidin birinci həyat yoldaşı Ayan xanımın yaşadığı binaya gəldi. 4-cü mərtəbəyə qalxıb kağızda qeyd olunan mənzilin zəngini çaldı. İlk zəng nəticəsiz oldu. Növbəti dəfə qapının zəngini basmağa hazırlaşırdı ki, kimsə içəridən qapını açdı. Qapı açılar-açılmaz 4-5 yaşlı oğlan uşağı cəld bir hərəkətlə ev sahibəsinin başını qarışıq olmasından istifadə edib gələni qarşıladı. Çox yəqin ki, bu Ayanın oğlu idi. Qapı yarıya qədər açıldı və ev sahibəsi səliqə ilə geyinmiş, qamətli və ciddi görkəmli, tanımadığı bir insanla qarşılaşanda bir anlıq çaşıb qaldı. Elə Bəşirli də nə deyəcəyini unutmuşdu elə bil. Qadının şux qaməti, ev xanımlarına məxsus zövqlə tikilmiş aşırma xalatı ona xüsusi gözəllik verirdi.
Günün əksər vaxtını evdə keçirməsinə baxmayaraq, bu xanımın özünə çox yaxşı diqqət etdiyi hiss olunurdu. Qaydasında istifadə etdiyi dodaq boyaları onu bu gün daha da gözəlləşdirmişdi. Bəlkə də həmişə belə cazibədar görünürdü. Bəşirli isə bu qanını ilk dəfə idi ki, görürdü. O isə polkovnika nə vaxtsa tanıdığı, amma indi yada sala bilmədiyi, çox yaxın bir adam kimi baxırdı. Həqiqətən də Bəşirlidə çox qadınların diqqətini özünə cəlb edə bilən əsl kişi görkəmi var idi. İdmançı bədən quruluşlu bu görkəmi demək olar ki, sona qədər tamamlayırdı. Elə bu an onların baxışları toqquşdu. Qadın bu baxışların hökmünə bir an tab gətirə bilməyib, sanki yuxudaymış kimi özünə gəlməyə çalışdı. Tələsik halatının yaxasını səliqəyə salmağa çalışıb soruşdu. "Sizə kim lazımdır?" deyə biraz yaxasının çox açıq olmasını və sinəsinin yarıya qədər açıqda qalmasını düşünüb çox utandı. Siz Ayan xanımsınız?" Bir anlıq öz fikirlər dünyasında qərq olan Bəşirli qeyri-ixtiyari halda "siz" sözünü 2 dəfə təkrar etdi. Qadın da qonağın özünü itirdiyini hiss etmişdi. Bunu ani düşünən qadının simasında məğrurluğun və qalibanəliyin bircə təcəssümündən doğan emosiyanı hiss etmək çətin deyildi. Əslində isə qonağının niyə belə çaşqın olmasının əsl səbəbini bilmirdi. Bəşirli qapının ağzını kəstirən, balaca oğlan uşağına baxaraq öz oğlunu xatırlamışdı. Bir anlıq axşamki yuxusunu yadına salmışdı. Biraz əvvəl bu qadının gözlərinin içinə baxanda xoşbəxt ana obrazı canlanmış gözlərinin qarşısında. Sevimli həyat yoldaşı da işdən gələndə onu belə qarşılayırdı. Bəli, qadın da tutuldu. Tomar Bəşirli özünü təqdim edən kimi vaxt itirməyin mənasız olduğunu nəzərə alıb, gəlişinin məqsədini bildirdi. "Sizinlə danışmalıyam. Mən sizin tanıdığınız bir adamın qətl hadisəsini araşdırılması ilə bağlı buradayam." "Xalidin?" Üstündən 2 aya qədər vaxt keçdiyinə görə Səlimovlar ailəsini tanıyan hamı bu hadisədən xəbərdar olmuşdu, demək olar ki. Televiziyada da kriminal verilişlərin bir neçəsində qətllə bağlı sujet efirə verilmişdi. "Bəli, keçin içəri." Qadın onu evə dəvət etdi. Bəşirlinin iri qonaq otağındakı divanda əyləşdiyini görən uşaq gəlib onun yanında oturdu. "Oğlum, get öz otağında oyna. Əmi də sənin necə ağıllı oğlan olduğunu görsün." Ayan xanım bildirdi. "Allah saxlasın, şirin uşaqdır." Bəşirli uşaqdan xoşlandığını ifadə etdi. "Çox sağ olun. İçmək üçün nə istəyirsiniz?" "Mümkünsə çay." Bəşirli həmişə kəklik-otu çayı içməsinə baxmayaraq tanımadığı yerdə qonaq olanda bunu çox da dilə gətirməzdi. Biraz sonra mətbəxdən geri dönən ev sahibəsi gətirdiyi çayları stolun üstünə qoyub, "Sizə kəklik-otu çayı dəmlədim. Mən çox xoşlayıram. Dedim bəlkə." "Hə, mənim də xoşuma gəlir." Bəşirli onun fikrini tamamladı. Nədənsə bu kəklik-otu məsələsi ona maraqlı və qəribə gəldi. 12-ci hissə. Bəşirli Ayan xanımla görüşəndən sonra birbaşa evə gəldi. Gün ortadan keçirdi. Bu gün hələ bir neçə yerə getməli idi. Nahar edib Nəsimi müəllim ilə danışdı. Şirkətdə olduğunu öyrənib yanına getdi. Şirkətə çatanda Nəsimi binanın girişində dayanıb papiros çəkirdi. "Sizi də işinizdən etdik Nəsimi müəllim." Bəşirli bunu deyib özü də papiros yandırdı. "Narahat olmayın Tamar müəllim. Biz də qatilin nəhayət ki tapılmasını istəyirik. Onsuz da Xalid müəllimin öldürülməsindən sonra hələ heç birimiz rahat ola bilməmişik. O əclaf da tapılmır ki, tapılmır." deyə Firuzə işarə etdi. "Mən Ayan xanımla bağlı bir-iki məsələni sizinlə dəqiqləşdirməyə gəlmişəm." "Buyurun, əslində mən bayaq bir şey demək istəyirdim, amma sizin tələsdiyinizi hiss edib sonraya saxladım." "Nəyi?" "Xalid müəllim Ayan bacıdan ayrılandan sonra qızın qardaşı zəng edib Xalid müəllimi öldürəcəyi ilə hədələmişdi." "Bunu sizə kim deyib?"
Həmin gün Xalid müəllim bu telefon zənginə görə çox əsəbləşmişdi. Mənə bu məsələni araşdırmağımı, Alikin həmin vaxt harada olmasını, nə işlə məşğul olduğunu öyrənməyimi istəmişdi. Alik dediyin adam Ayanın qardaşıdır. Bəli, əslində biz onun Rusiyanın əyalət ərazilərinin birində fəhləlik etdiyini, səfil həyat tərzi keçirdiyini bilirdik. Sadəcə olaraq bunu bir daha dəqiqləşdirib öyrəndim ki, Alik hələ də oradadır və Azərbaycana qayıtmağa pul tapa bilməyəcək səviyyədə aciz bir haldadır. Ailəsi var onun? İndi bilmirəm, amma o vaxt yox idi. Miskin və yersiz adam kimi tanıyıram onu. Amma o özü haqqında heç vaxt bu cür düşünmürdü. Qürurlu hesab edirdi özünü. Xalid müəllim Ayan bacı ilə evlənəndən sonra Alik'i də öz yanında işə götürmək istədi. Yaxşı da iş idi. Alik isə olmayan qüruruna sığışdırmadı kürəkənin yanında işləməyi güya və Rusiyaya çıxıb getdi. Gərək bu barədə bayaq mənə danışaydın. Mən sizdən ayrılandan sonra Ayan xanımın evində oldum. Dediyim kimi, həm tələsdiyinizə görə, həm də bunun işə yarayacağını düşünmədim. Necə olsa Alikin həmin zəngindən 4 ilə yaxın vaxt ötür və o bir daha zəng etməmişdi bundan başqa. Şirkətdən ayrılıb sahib müəllimlə danışan Bəşirli Cəmilə xanımla görüşmək istədiyini bildirdi. Artıq peşəkar cinayət axtarış eksperti polkovnik Tamar Bəşirlini, Xalidin qətl hadisəsini araşdırdığını Səlimovlar ailəsində hamı biləcəkdi. Bəlkə də biraz rahatlaşacaqdılar, kim bilir. Gizli əməliyyatlar öz səmərəsini vermişdi. İndi aşkar həmlə vaxtı idi. Bir-iki günə kimi video görüntülərin qeydə alındığı disklər də gəlib çıxacaqdı. Polkovnikin fikrincə bu disklər bir çox qaranlıq mətləblərə aydınlıq gətirməli idi. Amma vaxtı yaxşı dəyərləndirmək lazım idi. Hadisələrin gedişi isə hələ ki, yekun bir nöqtəyə gedib çıxmağa imkan vermirdi. Dünən axşam mümkün versiyaların hamısını götür-qoy edən Bəşirli, bu günü üçün planlaşdırdığı sonuncu görüşü üçün Cəmilənin qaldığı evə, Xalidin öldürüldüyü həmin imarətə getməli idi. Sahibdən Cəmilənin 2 gün əvvəl öz istəyi ilə evinə qayıtmasını öyrəndiyi üçün birbaşa ora getdi. Darvazanın zəngini basıb gözlədi. Qapını cüssəli bir cavan oğlan açdı. Görünür, evin mühafizəsi üçün burada idi. Birdən yadına nə isə düşdüsə, içəri keçməyib, darvazadan biraz aralı çəkildi. Sahib müəllim, qardaşınızın öldürüldüyü gün həyətdəki mühafizəçi harada olub? Tələsik edilən telefon zəngində Bəşirlinin həyəcanlı səsi eşidildi. Tamar müəllim, mühafizəçi yox idi həmin vaxtlar. Bəs indi həyətdə mühafizəçi var. Bu təzə götürülüb işə? Hə, demək olar ki, siz deyən kimidir. Lazımdırsa gəlim. Yox, lazım deyil. Özüm sizinlə əlaqə saxlayacağam. Bəşirli mühafizəçi məsələsinin işinin əvvəlində soruşub öyrənməməsinin doğru olmadığını anladısa da, bunu bir üzə vermədi. Amma sahib müəllimin dediyi kimi demək olar ki, siz deyən kimidir. Sözlərini də tam anlamadı. Hər halda onunla görüşəndə ilk soruşacağı bu olacaqdı. Qapıdakı gözətçi hələ də onun yaxınlaşmasını gözləyirdi. Kim olduğunu bildirib içəri keçdi. 2-ci mərtəbəyə qalxdı. Bəşirli bu evdə cinayət işinin tədqiqinə başladığı gün olmuşdu. Evin bütün giriş-çıxışlarını əzbər bilirdi. Onun üçün bircə dəfə görmək kifayət idi. Cəmilə onun gəlişindən xəbərdar olduğu üçün pilləkənin başında onu qarşıladı. Qadın heç bir kosmetikadan istifadə etməmişdi. Əynindəki paltarların hansısa qara rəngli olması onun hələ də ağır günlər keçirdiyindən xəbər verirdi. Saçlarını adi qaydada səliqə ilə yığıb arxadan bağlamışdı. Belə sadə görkəmdə qadın bəzənməməsinə baxmayaraq çox gözəl görünürdü. Mütənasib bədən quruluşuna malik olan bu qadın hamilə olduğu hələ də hiss olunmurdu. Bəşirli bir anlıq qadın seçimində Xalidin zövqünün yaxşı olduğunu düşündü. Buyurun, əyləşin, içmək üçün nə gətirim sizə? Çaxır olmaz evdə təsadüfən.
Bəşirli utansa da nə istədiyini dedi. Xeyr, yoxdur, amma deyirəm bu saat alıb gətirərlər. Qadın bunu deyib qulluqçusunu səslədi. Yox, lazım deyil, narahat olmayın. Çay da içə bilərəm. Bəşirli Cəmilənin çağırmasından sonra qonaq otağına gələn qulluqçudan çay gətirməsini xahiş etdi. Düşüncələrində isə deməli bu evdə qulluqçu da var imiş. Bəs Xalid öldürüldüyü gün bunlar harada olublar görəsən? Sualının cavabını axtarmaqda idi. Tamar müəllim, Firuzun axtarışı ilə məşğul olursunuz? Bəli, polkovnikin cavabı qısa oldu. Sonra əlavə etdi. Xahiş edirəm, həmin günü bir daha xatırlayasınız. Bilirəm, sizin üçün çox çətindir. Bəşirli bunun vacib olduğunu nəinki sözləri ilə, həm də üst cizgiləri ilə də bildirdi. Qadını əsməcə tutdu yenə. Hiss olunurdu ki, sevimli ərinin öldürüldüyü günü düşünəndə çox qorxurdu. Bir anın içərisində gözləri yaşla doldu. Bağışlayın, üzrxahlıq edib söhbətə başladı. Həmin günü Xalidin başı bərk ağrıyırdı. İşə getməyəcəkdi. Amma sonra vacib iclasın olduğunu bildirib bir neçə saatlıq da olsun şirkətə getməli olduğunu dedi. Təxminən günortaya yaxın idi. Dedi ki, iclas bitən kimi evə qayıdacaq. O gedəndən biraz sonra mən adətim üzrə marketə üz tutdum. İstəyirdim ki, o qaydana xırda alış-veriş işlərini bitirim. Həm də evdə çatışmayan bir neçə ərzaq var idi. Mən çox vaxt bazarlığı özüm edirdim. İndiki kimi qulluqçu zad olmayıb evimizdə heç vaxt. Yazıq Xalid həmişə mənim bişirdiyim yeməkləri tərifləyirdi. Marketdən qaydanda da bu hadisə ilə üzləşdim. Qadının gözləri yenə də yaşla doldu. Bu dəfə onun ağladığı açıq-aşkar hiss olunurdu. Bəşirli daha danışmaq üçün bir söz olmadığını düşünüb ayağa qalxdı. İcazə versəniz, 2-ci və 3-cü mərtəbədə olan otaqlara baxmaq istəyirəm. Hə, buyurun. Qadın özünü ələ almağa çalışdı və özü də ayağa qalxıb ona yol göstərdi. Narahat olmayın, etiraz etmirsinizsə, mən tək gəzəcəyəm, sizə əziyyət verməyim. Cəmilənin hamilə olduğu üçün çox yormaq istəmədiyinə işarə etdi. Necə istəyirsiniz, elə də edin. Qadın da bunu anlayışla qəbul etdi. Bəşirli otaqları nəzərdən keçirə-keçirə qatilin evə necə daxil olmasını bir daha xəyalında canlandırmağa çalışdı. Yavaş-yavaş hadisənin baş vermə səhnəsi ona aydın olmağa başladı. 3-cü mərtəbəyə həyətdən ayrıca bir giriş pilləkəni qalxırdı. Bu da o demək idi ki, bu 3 mərtəbəli imarətin hər mərtəbəsinə ayrıca giriş var idi. Çünki elə 2-ci mərtəbənin özünün də həyətdəki yay evindən ensiz bir dəhliz uzanırdı. Bu dəhliz həyətdən girişi olan yay evini 2-ci mərtəbədə yerləşən mətbəxi ilə əlaqələndirirdi. Mətbəxə keçdi. Burada da səliqə-səhman hökm sürürdü. Deyəsən mətbəxdəki simmetriyanı pozan yemək masasının üzərində olan içərisində yarısına qədər su olan stəkan və hansısa dərman kağızı var idi. Dərmanların çox hissəsi itirmişdi. Kağızı qaldırıb dərmanın adına ani nəzər saldı. Amma qadının şəxsi həyatına qarışdığını hiss edib, bunun doğru olmadığını düşündü. Dərhal da mətbəxdən həyətdəki yay evinə açılan dəhlizə keçdi. Burada xüsusi zövqlə hazırlanmış o qədər də böyük olmayan bir yer idi. Buna baxmayaraq, təchizatı yaxşı idi. Hətta yorulanda açıq havada uzanıb dincəlmək üçün yerdə nəzərdə tutulmuşdu. BMW markalı avtomobil sürətlə imarətin qarşısından ayrılıb, gəldiyi istiqamətdə hərəkət edərək gözdən itdi. Bəşirli sürücünü valideynlərinə baş çəkmək üçün rayona göndərmişdi. Buna görə yenə də özü sürürdü maşını. Sükan arxasında olarkən düşünüb qərarlara gəlməyin effektini öz üzərində dəfələrlə sınaqdan keçirmişdi. Yüksək diqqəti sayəsində buna rahat nail ola bilirdi. Çox yorğun idi. Demək olar ki, bu gün üçün nəzərdə tutduğu bütün işlərini görüb qurtarmışdı. Özünə hesabat verirmiş kimi bunları bir daha düşünüb, əmin olduqdan sonra evə qayıtmaq qərarına gəldi. Yatıb dincəlmək istəyirdi bu dəqiqə.